Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 403. programın başlıyoruz. İnşallah hayırlı olsun. Gedək görək ki, bu günləri hangi kitab şansımıza çıxacaq ki, onunla tanış olaq. Tamam, təqribən biz gəlmişdik. Bu aralarda bir kitabla tanış olmuşduq. Fürqətname Hacı Həmzə İbni Hacı Murad Türki deyə bunu fikirəm oxuduq ki, sonra da gördük ki, bu iştibah yazılmışdı, Divan-ı Xəlili idi. Mən indi burada onu düzəltmədiyim üçün, adı, yəni təsdiq eləmədiyim üçün indi biraz şəkkə düşdüm ki, əcəba aynı kitabdan danışdıq, yoxsa başqa bir kitabdan danışdıq. Məncə budur, bəli, Fürqətname Xəlili düzdür. Kitabın adı Fürqətnamədir. Xəlili adında bir şəxs bunu, Xəlil İbrahim bəy adında bir şəxs bunu yazıbdır. Gedək görək ki, bunun adını da əlbəttə islah eləyək. Adını qoyacaq Fürqətnamə. Fürqətnamə Xəlili. Beləsi yazsaq daha yaxşı olar. İndi yadımızda qalar. Bugünkü kitabı açaq, görək ki, 2 dənə kitab açaq, görək hangisini eləyə bilirik bu günləri oxuyaq və onlarla tanış olaq. Bir dənə də açım olsun, 3 dənə beləsi oldu. Çünki bu zahirən təqvimlərdir, onları çox oxuya bilməyəcək. Mənim çünki heç bir onların haqqında məlumatım yoxdur. Hacı Murad Bəğdadi adında bir şəxsin adına bir kitabdır. Onu bundan izafə də kiçikləşmir zahirən onu görmək üçün. Beləsi bir uzun kitabdır. Görürük ki, arxasında, yəni Şirazəsində ingiliscə yazılar var və o da əlbəttə o da köhnəlib. Diqqət eləsəz, bu gön ya dəri neçə yerdə cırılıb və köhnəliyi görsənir. İkinci səhifəsində gedək, cildin içini açdı, özünü görsətmədi. Təəssüflə bu yekəlir, amma kiçilmir. Bundan izafə kiçilmir. Cildin içində şayət də üzüdür. Yəni, indi burası kamil, bəli, üzüdür. Bu cildin üzüdür. Cildin üzündə, çünki bu Şirazəni görürük, kağız ki, yazmışdılar üstə, bir də geçsəm ora. Bu kağız ki, burada görürük, bir 12 kimi bir şey yazılıb burada. TU, Türkün əvvəlidir. Onu burada bu birisi səhifədə görürük ki, burada görsənir, T-də görsənir, o şeydə. Bu cildin üstüdür. Cildin üstü zahirən göndücənə, yəni bura dəridir. Dərinin üstünə bir Osmanlı dövründə bir nəqqaşidir, suyun üzündə çəkirlər. Onu qoyublar. Cildin içinə baxırıq, cildi beləsi çeviribdir, içinə baxırıq, içində daha bir gözəl nəqqaşı görürük, kitabın içinə qoyublar. Cildin o birisi səhifəsində, yəni cildin indi için gördük, içindən bu birisi səhifə kitabın əslində içindən birinci səhifəyə baxanda o da ayrı nəqqaşı ilə davam edir. Bunu da gördük. Ondan sonraki səhifə bir dənə ədəd görürük 410 və sonra 122 belə bir şeylər görürük. Bunlar ehtimalən kitabın səhifələrinin, yox, səhifəsi də azdır. 84 səhifədir. Hacı burada yazıblar. Feylən buradan hər PDF-in səhifəsinə də yerləşmir. Kitabın boyu çox uzundur. Yerləşmir. Biz bunun hər səhifəsindən feylən bir neçə səhifədə ağ görürük. Yetişdik bir səhifə ki, orada bir latincə ehtimalən bir dili bilmirəm hangi dil olacaq, çünki oxuya bilmirəm. Orada bir yazılar görürük. Çalışıram oxuyayım, amma oxuya bilmirəm. Möhrü də oxuya bilmirəm. Mənim savadım buna çatmır. Sonra yetişirik kitabın içinə giririk və kitabın içində
گزیده شعر ya da şuara-i Rum Veysi mərhum İskəndər Zülqərneyn ilə Sultan Əhməd mərhum mükalimə etdikləri vaqiəsində görüb kəndi təhrir etdiyidir. İndi burada bir cəlib bir şey dedi, yəni mən bunu anlamadım. Bu kitabın bir ehtimalən şuara-i Rum dedi, güzideyi şuara-i Rum, yəni Rum, yəni Osmanlı dövlətində olan şairlərdən bir seçilmə olubdu. Amma ondan sonra deyir ki, Veysi mərhum, ki Veysi Allahın rəhmətinə getmişmiş bu kitab yazılanda, o deyir ki, İskəndər Zülqərneyn ilə Sultan Əhməd mərhum, İskəndər Zülqərneyn ilə Sultan Əhməd, Osmanlı Sultan Əhməd, hansısı onu da gələk oxuyaq görək, bir mükalimə etdikləri vaqiəsini görüb kəndi təhrir etdiyidir. Yəni bu adam İskəndər Veysi şahid olub ki, İskəndər Zülqərneyn ilə, üzrsən Veysi adlı bir şair şahid olub ki, İskəndər Zülqərneyn ilə Sultan Əhməd, Osmanlı Sultan Əhməd danışıblar, onu şeirə çəkibdi. Acaba xiyali bir danışıqdır, yoxsa o zamanlar İskəndər Zülqərneyn onda çox qədimi bir şey olmaz. Kitabın dövrəsi biraz çürümək görürük, zaman geçib kitabın üstündən. Kitabın yazının dövrəsinə çox sadə qırmızı xəttinə şey çəkiblər, nə deyəlim, çarçıvə çiziblər. Mən nəzərimə belə gəlir ki, çarçıvə taxtədəndir. Onu qoyurlar kağızın üstünə və xətti dövrəsində çəkirlər. O xət çəkildikcə rəh yapışır o taxtaya. Burada bəzi yerdə görürük ki, orada rəh yapışıb, izafi bir rəng yapışıb ora. Məncə o ondan gələ bilər. Hər halda bəzi kəlmələri öz cümlədən bu oxuduğumuzu qırmızı yazıbdır, qalanlar qərədir və virgül yerinə zahirən nöqtə qoyubdu, amma kəlmənin ortasında yox, cümlənin ortasında yox. Kəlmələrin başı üstə qoyubdu. Belə fikirlə bunlar virgül yerinədir. Əlbəttə bəzi yerdə məsələn H, axir H ki yazılır namənin H kimi, onların da üstündə hidayət H, yəni əvvəl H ki iki gözlü H deyirik, onu da yazıbdır. Bəzən özündən bir qət'ə yazıb, məsələn yazıb ki, burada bir şeir deyəcək, bir qət'ə deyəcək də, onları da kəlmənin içinə yerləşdirib. Yəni əyri yazıbdır ki, iki dənə kəlmənin arasına yerləşdirsin. Bunları görürük. Bəzi kəlmələrin, çox az kəlmələrin gördüyüm kimi səsin qoyubdur üstünə ki, biz o kəlmələri düz oxuyaq. Bu kitab 84 səhifədir və hər səhifədə bir dana vardır, biraz da yekədir. İndi çarçıvədən eşikdə sonki vərəq hangi kəlmə ilə, yəni sonki səhifə hangi kəlmə ilə başlayacaq, onu da əvvəlin yazıbdır. Bu ta nömrə qoymasın səhifəyə, nömrə qoymurmuşlar qədim. Onu görürük. Bəzi burada indi bir şey görürük. Burada məsələn yazıbdır bir ya Şəhriyar Firuz Zəfərbin ya Zəfərpid. Belə bir şey yazıbdır. Zəfərpirbəxt ehtimalən. Bunun dövrəsinə bir qərə xətt çəkibdir. Niyə çəkib bunu bilmirəm. Bəzi yazıların da üstünə şey eləyibdir. Bunu da baxın, bəli. Bəzi yazıların da başı üstündə qırmızı xətt çəkib təkid üçün. Amma burada o dediyim ki, təxtəni qoyublar, təxtənin şeyi düşübdür, çarçıvə düzəldiblər. Məncə o burada qoyanda rəngi biraz burada düşübdür. Onu da burada gördüm, beləsi bir şey gördüm. Bəzi kəlmələri də fərqli yazıblar, onu da burada görürük. Bəzi kəlmələri qərəliyiblər. Məsələn, burada indi bir dənə kəlməni qərəliyiblər, soralar. Çünki üstündə yazdıqları heç bir xəttə bənzəmir əslində. Xəttə bənzəmir əslində. Amma bəli, bunu iki yerdə bu səhifədə, yəni indi 13-cü səhifəyə baxırıq, görürük ki, iki dənə kəlmənin üstünə xətt çəkiblər, qərəliyiblər, iki dənə xətt çəkiblər, yəni bu qələtdir. Onun yerinə bir ayrı kəlmə yazıblar ki, zahirən hətta bir yerdə də məsələn mərdum imiş, nə imiş onu qərəliyiblər, ora bir 8 kimi qoyublar, ora qoyublar, sonra cahan kimi eşikdə gətiriblər, yazıblar. Çox bir qarmaqarışıq bir vəz düşüb burada. Onu görək ki,
nə cür bir şeydir. Yəni o da ehtimal verirəm ki, Tazaşdan yenə aşağıda bir kəlməni ziyalı ehtimalən dövrəsinə qərə bir soralar. Bunlar yazı yazanda deyil. Bunlar çox soralar olmalıdır. Əcəba istəyib təkid eləyə bu oxuyan, kitab sahibi ki oxuyurmuş, əcəba istəyib təkid eləsin ya nə mənə, onu bilmədim. Burada yenə də bir ayrı səhifədə, 14-cü səhifədə görürük ki, xətti götürübdür, kəlmənin üstünə xətt çəkibdir, hətta 5 yazıb birinin üstünə və o 5-i aparıb eşikdə yazıbdır. Belə bir şey. Bunlar sonra olubdur. Əlbəttə o zahirən bu ki 5 yazıb aparıb eşikdə yazıb, o öz xəttidir. Və hətta burada bir şey yazıbdır, Zülqərneyn, onu da həm o çarçivədə çarçivəni kəsibdir, həm də çarçivənin eşiyində neyni, qərneynin, o nin, onu da yazıbdır eşikdə ki, cümlə orada kəlmə kamil olsun. Bəzi yerdə dediyim kimi, kəlmə ya yaddan çıxıbdır, ya da şey olubdur, onu da üstdə yazıbdır. Bu kitabda bunu görürük. Kitabda çox şey var, yəni bu cəhətdən biraz diqqətsizlik çox görünür. Hətta bu olur. Mən 3 gündür bir yazının üstündə çalışıram. Onu bəlkə 15 dəfə buracan latincə yazanda səhvə düşmüşəm. Hey qulaq asmışam səsinə, görmüşəm ki, o istədiyim olmur. Tazaşdan qeyd etmişəm. Hər halda bunu çox görürük beləsi. Davam edirəm. Dediyim kimi o təxtə səslər Sultan Muradı burada görürük. Yəni qeyd bunu oxumalıyıq. Sanki Sultan Muraddır. O dediyim kimi bəzi kəlmələrin üstünə xətt çəkirlər. Məsələn burada aləmin üstünə xətt çəkibdir. Burada mənim də adımı burada yazıbdır. Cəlibdir. Sevindim ki, mənim adım cümlədə işlənibdir. Özümüzə bir şey eləyək də. Əslində mənim adım işlənməyib. Orada bir ayrı mənada işlənib, amma mənim adım orada yəni adım feil kimi işlənibdir. Ya sifət kimi işlənibdir. Aynı vəziyyətdə davam edir. Əlbəttə nəzərimə gəlir ki, biraz da baxsam üstə acetdir oldu. Nəzərimə gəlir ki, ehtimalən kitab açılmır. Kitab açılmadığı üçün belə görünür. Onu da hesaba qoymayaq. Şeir var içəridə, amma bilmirəm ki, nə dildədir o şeirlər. Oxumadığım üçün biraz sürətlə gedirəm. Səhvələr də yerləşmədiyi üçün məcburam ki, səhvələri biraz qozuyam, baxam. Kitaba pıntı da saxlayıblar. Yəni saxlayan da çox pıntı imiş. Su da geçib kitaba. Bunu diqqət eləməmişdim. İndi bu 29-cu səhifədə görürəm ki, kitabın aşağısından su gəlib. Özdə bir dəfə gəlib. İzafi gəlməyibdi. Bu görsənir ki, kitab su çəkibdir. Amma mən yenə hala bunun üstündə varam ki, bu çarçivələr ki qoyublar. Bu çarçivələrin hamısı təxtə ilə bir çarçivə düzəldiblər. Ondan çəkirlər. Bəzən də nəzərimə əyri çəkirlər. Ya da kitab əyridir. Yəni əks götürəndə ola bilər ki, əyri götürsün. Daha o şeylərdən demirəm. Daha hey siliblər, qərəliyiblər. Onları demirəm. Çünki onları dedim, təkrar olunur. Burada bəzi kəlmələrin üstünə 2 dəfə xətt çəkiblər. Bəzisində 1 dəfə xətt çəkiblər. Bəzi səhvələri də qatlayıblər. Yəni oxuyanda buna görə ki, sonra gəlsinlər, Tazaşdan bilsinlər, hardadılar. Onu da səhvəni də qulağın qatlayıblar. Amma gözəl bir xətti var. Əliflər və lamlar uzun çəkilibdir. Bu göstərir ki, buna diqqət yetiriblər ki, düz oxusunlar, düz yazsınlar. Sətirlərin arası, fasiləsi arası çoxdur, amma kəlmələr bir-birinə yapışıqdırlar. Əslində çox vaxt təşxis verməyi bu ki, bu kəlmə o birisi kəlmə ilə, qabaqdakı ilə ya sonki ilə yapışıqdır, yapışıq deyil, bir deyil. Biraz bəzən bəlkə müşkülə düşər, amma bu qələtlər o qədər çoxdur ki, o məsələni siləcəkdir, yəni aparacaqdır. Kitab ehtimalən birinci yazıdır. Ehtimalən burada məsələn bir sətirdən çoxu qərəliyib üstünə xətt çəkibdir. Çalışıb onu qıraqda yazsın. Yəni onun düzün ehtimalən çalışıb qıraqda yazsın. Sizin kimi dilavərlərə mükafat bu ol deyə yarıb adəmləri göndərdi. Belə bir şey yazıb qılafda. Əcəba bu nədir? Sonra oxuyursaq görərik ki, əlbəttə burada qıraqda bir yazı gördüm. Bu nədir?
Ehtimalən bir adam hər kəs imiş götürüb bu kitab özünün də pul verib alıbdı. Çox güclü bir kitabdır. Baha kitab olacaq bu kitab əslində. Əlbəttə burada da yazıb ki, şeir, amma şeir deyil bu. Mən burada şeir görmürəm. İlla bu ki, deyək bunlar nüqtələr şeirləri bir-birindən ayrılır ya şeirin içində ahənglərin bir-birindən ayrılır. Onu mən görmürəm. Yəni şeir burada görünmür. Amma kitabı oxumasaq bunu anlamayacağıq ki, qəziyyə nədir. Kitab gəldi 67-ci səhifədə zahirən qutarır. Burada görək bir şey yazıbdır ki, bizim gözümüzə dəysə görək nə olur. Calibdir. Bir şey yazmayıbdır ciddi, amma axırda zahirən bu adam ki, bunu yazıbdır, nəssah yazıbdır. Yəni o əsli adam yazan deyil. Bu ikincidir. Çünki deyir ki, qələm incə rəsidu sər 5 qəst. Əlbəttə bir iki sətr üstdən oxusam çox gözəl o görsələr. Sərmayeyi ömrü əzizini təhsil maarifə sərf etmiş qulundur. Zikri olunan qısası pur ibərin əslini və fəslini bilir. Fərman bu kitabı bir yerdə oxumuşuq biz. Mən bu kitab mənə çox tanış gəldi. Tamamən kəlmə mən bunu oxumuşam. Əslini və fəslini bilir. Fərman olunursa müfəssələn bu cəvahiri hikayatı silki təhrirə çəkib hərir əlaya isar etmək caninə minnətdir. Bəlki kəndiyə səadətdir. Dər ikən gülbanc xurus sübh aləmi bidar edib bu mərtəbədə qaldı. Söz burada yarımçılıq qaldı. Yəni qələm incə rəsidu sər 5 qəst. Qələm gəldi bura başımızda sındı. Yəni qutardı. İstir desin ki söz qutardı. Söz yarımçılıq qalıb əslində. Amma bu kitabı mən oxumuşdum. Yadıma gəlir ki, şaha istir deyə ki, qurban pul vericindən yazım da. Yəni bunu onu demək üçün belə bir şey gətirir ki, məndədir. Ondan sonra Rübaiyat Hacı Murad Bəğdadi در منقب Həzrəti Rəsul sallallahu aleyhi və alihi və əshabihi əcməin tahirin deyə bir başlıq yazır. 4 misra, yəni 2 beyt əvvəlcə indi ehtimalən Həzrətin özü olacaqdır. Ondan sonra Əbu Bəşirdir, ondan sonra yenə də Əbu Bəkirdir, ondan sonra Ömər rəziyallah, ondan sonra Osman rəziyallah və o birisi səfədə Həzrəti در منقبت Həzrəti Rəzi Rəziyullah Teala, ehtimalən bu Həzrəti Əlini deyəcəkdir, amma deməyibdir. Rəziya ənhü, gün yox beləsi deyil, tamam edir. Beləsi, kiçik bu şeydir, Əl-Hacı Murad, rəhmətuhu və ləhu, yenə də bu da Hacı Muradın sonunda, bu kitabın sonundadır Hacı Murad. Yəni bir neçə səhifədən ibarətdir Hacı Muradın şeirlər. Tarix Hacı Murad Bəğdadi bər ayxaneyi növ xud. Ehtimalən bu özünə bir tarix yazıbdır. Tarixi vəfatı cami. Camiyə bir cami həzrətlərinə Allah Teala rəhmət eləsin bir şey yazıbdır. Əl-Cəvab Hacı Murad Bəğdadi bir yazıbdır. Nəziri Hacı Murad Mir Məhəmməd Musahib, Nəziri Hacı Murad Bəğdadi o Mir Məhəmmədə yazıbdır. Zahirən Mir Məhəmmədlə çalışıbdır ki, sevirmiş onu. Onun üçün bir şey görübdür. Amma kitabın sonunda bu görək bir şey yazıbdır. Ya Rəbb kərəm eylə lütf ehsan ilə, son dəmdə rəfiq rahim iman ilə. Ya Rəbb kərəm eylə lütf ehsan ilə, son dəmdə rəfiq rahim iman ilə. Saqi əcəl çün sünə peymanəsin, bana səkərat mauti asan eylə. Qəd vəqəl fəraq min təsvid hazəl məcmə. Bir nəfər bu cəm edir. 2 qismətdən mənim nəzərimə, şəxsimə gördüyüm kimi 2 bölümdən ibarətdir bu kitab. Bir bölümü nəsridir. Çox bölümü, yəni 60-cı səhifəyəcən ya 70-ci səhifə, 66-cı səhifəyəcən bir ayrı adamıdır. Qeysəm biraz dalıya burada olur. 67-ci səhifəcən nəsridir, yəni düz yazıdır və bir ayrı mövzu haqqında da ayrı adam yazıbdır. Ondan sonra bu dedikləri şairin, yəni Hacı Murad Bəğdadinin şeirlərinə keçir. Bu da hududən görək neçə səfədir. Hududən 4 səfə ya 5-6 vəraqdan izafi deyil. Axirində də bu sözü yazıbdır. Qəd vəqəl fəraq, bu kitabı yazmaqdan min təsvih hazil məcmə, bu məcmuəni 2 dana
şey olurdu, 2 bölümlə. Bunu yazanın təsvirindən, qərələmağından, təsvir yəni nüsxə götürən adam deyir ki, mən bunu təsvir elədim, qərələdim. Düzdür deyir, tamamən qərədir, hər yeri qərələyibdir. قد وقع الفراغ من تسوید هذا المجمل في اواخر شهر سفر المبارک. Səfər ayının sonlarında səni 109 əlif 1107-də qələt yazıbdı. Bəllidir bu adam türkdür. Fikirəm elə bu sözlərdə o birisi kitabda demişəm ki, bu adam türkdür, ərəbcəni başarmır. Vəli istir desin ki, mən də hər halda bir izhar fəzl eləyim. Bəlkə qəbul eləyirlər ki, mən də savadlıyam. Götürüb yazıb ki, fi əvaxir şəhr səfəril mübarək sənəyi 109 və əlif 1007 və 100. Beləsi ərəb demir. Ərəb deyir ki, 700, 7 və 100 və 1000. Beləsi deyir. Bu biraz şey yazıbdı, amma okey, yəni 1107-ci ildə bu kitab yazılıbdı, şey olubdu, nəsx olubdu. İndi feilən mən bunu yazım, tarixin yazaq, tarixi nəsx tarixi 1107 Hicridə yazıbdı. Səfər ayının axırı, əvaxiri səfər və قد تمم الصلاة و السلام علی سیدنا محمد و آله و صحبه ecmaîn. Və bu cüzü qutardım, özü deyir ki, Allah Həzrəti Muhammedə və onun yoldaşlarının hamısına və əshablarına, al və əshabının hamısına salam, salavat göndərərək qutardım. Burada beləsi qutarır, ondan sonra keçirik kitabın. Burada möhür yaxçı oxunur. Görürüm, ekol nədir? Des Journesti Langest di Paris. Parisdə kitabxanada saxlanır. Halı nədir, onları mən bilmədim. Dediyim kimi, mən mütməinnəm ki, bu kitab taxtada şey edilmiş, çərçivə olunurmuş. Burada çərçivənin yeri görsənir, ya da deyək ki, çünki bu səhifənin əslində bu səhifənin əksi düşüb o səhifəyə. Ehtimal verirəm ki, ya da cöhəri çoxumuş, cöhər düşüb o bir səhifəyə. Bu da ola bilər, yenə də mən dediyim olacaq. Çünki onda cöhəri qoyublar, basıblar, möhür kimi yəni. Möhür kimi basdıqları üçün yerinə düşübdür və götürəndə də biraz rəngi çoxlandı, düşüb o birisinə. Bu səhifədən keçəndən sonra bir neçə səhifə də ağdır və kitabın sonunda eyni cildin əvvəli kimi iki cildin həm bu tərəfi, həm o tərəfi şeydir və cildin sonunda da görürük ki, yenə göndür. Gönün orada görürük. Çox işlənib, çox da köhnəlibdir. Sonra da kitabın üst tərəfindən əksini görürük və düz ağzını görürük, kitabın ağzını görürük, aşağı tərəfdən də görürük. Tamam, bu kitabın bu vəziyyətdə gördük. Qeydaq bu kitabın əvvəldən sürətlə bir oxumağa başlayaq, görək ki, nədir? Dediyim kimi, burada əvvəldə yazıb Güzidə-i Şüəra-i Rum Veysi mərhum İskəndər Zülqərneyn ilə Sultan Əhməd mərhum mükalimə etdiklərinin vaqiəsində görüb kəndi təhrir etdikləri. Əgər bu doğru olsa, İskəndər Zülqərneyn çox da qədimi bir adam deyil. Sultan Əhmədlər birinci Əhməddə olsa, yenə olar məsələn 700 il bundan qabaq. Yəni İskəndər Zülqərneyn 2000 il bundan qabaq deyil, əgər o düz olsa. Nəsim çəmən arayı, indi Bismillah da yazmayıbdı, niyə yazmayıbdı onu da bilmirəm mən. Biz buradan başlayaq. Ehtimal verirəm bu kitabın əvvəlindən biraz düşmüş olacaqdı. Mən beləsi ehtimal verirəm. Kitabın əvvəlindən düşmüş olacaq, çünki burada da ortasından başlar. Yəni ortadan birində Güzidə-i şeiri ya Şüəra-i Rumi Veysi mərhum gördüm. Yəni birdən-birə Veysiyə gəlmək, özü Şüəra-i filan bu biraz mənə ağır gəldi. Məncə kitabın əvvəli düşübdür. O cümlədən də bunu müsəlman yazır. Bu hətmən Bismillahla başlar kitabın. Nəsim çəmən arayi həmd-ü səna ol padişah-ı cahan afərin həzrətlərinin təravət bəxş hədiqə-i təqəddüsi olsun ki جویوار شمشیر سلاطین ادلایین ilə روی زمینی لالزار امن و امان ایلدی و شب چراغ شکر و سپاس ol تاج بخش شاهان جهان olan سلطان غیبدان جنابنün پیرایی اکلیل تمجیدی ola ki جوهر تیغ جهانگیر ملوک ilə همیشه
İslah məzac kainat etdi. Diqqət buyursunuz, bu sözləri mən yadıma gəlir, bunları oxumuşam yəni. Qət'ə şəhanində fərmandehi ruzgar, şəhanənd əmnu əmanu vamdar, rامدارdır əlbəttə ehtimalən. شهان نور چشم بنی آدمند، مدار رفاهیت عالمند. ولعالی صلات اولها ولعالی صلات اول حامل لواء الحمد. شفاعت حضرتinin نثار خاک پای عرش پیماسی olsun ki لمعان şemşir şeriaتی ile alemden zulmet küfr fesadi cedüb cümrahan ashab şekavet anla rah müstegime mühtedi oldular ve al ashabine ziveri taz iqbal ola ki her biri bir tiğ elmascun mercan din غذا ile مرجان دین غذا ile خون اعدای دینی ساحی زمینی همرنج کان بدخشان قıldılar. بیت خیرخواه دولت خاقان کیخسرو و سریر دائی اقبال Veysi yani Abdülfagir. Adın dedi ki Veysi. Şimdi bu Veysi bir ihtimalen kitabı yazandı. İhtimalen yazılır burada ki yazar ihtimalen Veysi olacaq. İhtimalen qoyuram burada. Buna görə ki mütməyin olmadım hələ. İhtimalen bu Veysi olmayacaq. Çünki fəqət bir beyt ondan gətirdi. dedi خیرخواه دولت خاقان کیخسرو سریر دایه اقبال ویسی یعنی عبدالفقیر. Bu havadis alemcun kurtardı. O beyt kurtardı. Bu havadis alemcun ve fesadi mülahizə qıldıqca və əsnai təfəkkürdə dəryayı mal xuliyaya taldıqca. İndi baxın burada özü deyir ki gedibdi fikrə, mal xuliyaya gedibdi. Yəni doğrudan görməyib, eşitməyibdi. Pəs dedi ki bu havadis alemcun və aləm-i kön, üstünsəm, aləm-i kön və fəsadi mülahizə qıldıqca və əsnai təfəkkürdə deryay malxulyaya taldıkça böyle cöherçeş silk ina olup fikir ederdim ki özündir mən fikir edirdim ki bu əyyamidə aya padişahımız şəhənşahi fələkbargahımız xalife-i ruy zemin sahibi Kur'an sahibi Kur'an Sikender Qarin زیبنده تاج و تخت شهریار فیروز زفربین. البته burada yazılmış zəfəri şey eləyibdi, bəxt, zəfərbəxt ehtimalən olacaqmışdı. آفتاب جهان افروز و دشمنسوز جهانگیری جمشید نظیر تاجدار اردشیر şəmşir. Yenə beyt. Burada hələ fələn şahı təriflirdi. Axırda görə neçə sətr sola şahın adını deyəcəkdi. شهنشاه جمگدر و عالی تبار پدر بر پدر خسرو تاجدار هاگان بلند مسند سربر سریر آرای دولت سرمد. İndi burada adını dedi. Sultan Əhməd xan ibn Əhməd Muhammed xan. Pəs kimin çağında yazılıb kitab? Bunu yazaq çağ. Hangi zamanda bunu yazıbdı? Ona baxaq. Deyir ki Sultan Əhməd xan İbni Sultan Məhəmməd xan. Əbbədəllah Teala izzəhu və əbbədə və şəddədə əsas-ı səltənətəhu və şəyyədə həzrətlərinin rikabinə yüz sürüb bila vasitətin səadət mükalimələrinə nail oleydim. Deyir ki, arzu elirdi, arzu yazır ki, şaha, dərbarına icazə ver, gəlim özüm səndən danışım. Axirdə də onu deyəcəkdir ki, icazə ver, yazın bu kitab. Bu kitab mənim yanımdadır. Yəni, mən bunu aça bilərəm.
با xud cahi təfəqqüd əhval füqəra üçün yaxud bəlkə də hərdən yaxud cahi təfəqqüd əhval füqəra üçün təğyir tur ver padişahi etməklə gəşt cüzar şəhr bazar edərkən bari rast gələydim. Bir olaydı ki, şah dolanıb çıxanda mən ona bir olaydı ki, rast gələydim, üzbəyüz çıxaydıq, ondan danışaydım, deyəydim nə var nə yox. Və mütəqafilanə xitab edib əhval pərişan oldu və əşqiya təəddisi kəmalin buldu deyəydim. Cilayə eləydim ki, əhvalımız pərişandır, əşqiya da çoxalıbdır, əl atıbdır, zindecanlığımıza alıbdır. Çox, çox. Kəmal yəni çox pisdir vəziyyət. Və zəmi fasidim üzünə, özümün də bu fikrimin fasid fikrim olduğu üçün tədbir islahi məmləkətə mütəəlliq neçə müqəddəmat ərz edəydim. Deyir ki, yəni işim, təcrübəm yoxdur, fəqət mən oturmuşam qıraqda, bilmirəm ki, dövlətdə nə geçir, işlər nə cür olur. Doğrudan da bu cürdür. Biz insan o zaman işə girməyibdir, deyir, bəlkə o işdə məsələn bəzi işlər görmək olur, olmur. Elə ki, girir, görür, oho, burada adamlar var ki, qoymurlar iş görə. Pezeşkiyan yazıq məsələn indi bu vəziyyətdədir. Yəni girib ora qoymurlar işləyə. Eşitdiyimizə görə 4 dəfədə buracan çalışıbdır ki, istefa versin, çıxsın qırağa, amma qoymayıblar ki, yox, xarda sən burada bir səssən, biz səni oynadırıq, sən də oynamırsan. Bu iki səslilik yaxçıdır, bizim dərdimizə deyər. Deyir, bu əfqar pərişan, burada bir kəlməni siliblər, üstünə bir şey yazıblar, oxunmur. Bir gecə güşənişi zaviyi mehnət idim. Bu fikirlərdən bir gecə oturmuşdum, öz-özümə fikirləşirdim və xəstə halım və xəstə hal qəmum üzlətə nacah, üzlətlə. Gələ orada qərəliyiblər. Deyir, özümdə mərizləmişəm, bir güşədə oturmuşam, təhcanıma. Nacah təricər, yuxuya gedir. Yəni, xiyali görür. Xiyali yazmaq çox önəmli bir şeydir. Mən də xiyali çox yazmışam. Məsələn, birinci xiyali bir şey çap elədim. Ruznami Səlamda istirdim bəzi şeyləri nəqd edəyəm. Hər nə cür elədim, gördüm, bu nəqd eləmək olmaz. Axırda gəldim, bu cür bir xiyal elədim ki, bir gecə qışdır və hava yenir, donur. İnsanların hamısı donurlar. Yəni 230 neçə dərəcəyə yenir hava birdən-birə. İnsanlar donurlar, qəlbləri donur. Bu vəziyyətdə mücəssəmələr yuxudan dururlar. Mücəssəmələr ayrılırlar və düşürlər şəhərdə, Tehranın mücəssəmələri, düşürlər şəhərdə dolanmağa, bir-birlərini görürlər, xoşbeş ellər, danışırlar. Nağıl onların dilləri ilə toplumda olan vəziyyəti açmağa çalışdı. Məncə çox müvəffəq bir yazıdır. Çox müvəffəq yazıdır. Yəni, sevdiyim fars dilinə mən çoxlu birincilər yaratmışam fars dilində. Heyf olsun fars dilinə yaratmışam. Kaş o qalıydı öz dilimizə, türk dilimizə, yəni əvvəldə özümüzün mədrəsəmiz olsaydı, dərsimiz olsaydı, haqqımız olsaydı öz dilimizdə dərs olsun, bəlkə öz dilimizdə yaradıcılıqlarım öz toplumumuza yaxşı köməklik elərdi. Amma indi fars dilində hər halda yazdıq, orada birincilər vardı ki, bəzi insanlar istəyərlər. Mənim adətim yoxdur ikincisi yazan. Bir kitabı 2 dəfə oxumaram. Məsələn, bunu indi oxuyuram. Çünki bunda təhqiqatı bir düşüncəm vardı. Amma məsələn, normal kitabları 2 dəfə oxumaram. Yoruldum. Yəni, əslində, filmə də 2 dəfə baxmaram, məsələn. Yoruldum. Yəni, heç də 2 dəfə baxmaram, düzünü axtarsınız. Yoruldum, yəni çox yoruldum. Onun üçün də yazılarımda çalışaram ki, özəlliklə o zamanlar məndən qabaqçılar nə cür yazıblar, onlara baxardım. Onlara tay bənzəməyən bir şey yazardım, amma aynı mövzuda yazardım. Yəni qonu o, amma onlarla çox fərqli. Zaviyə mehnət idim və xəstə hal qəmum üzlətə nagah dəricə çeşm cəhan binimə pərdi qəflət asılıb mərdüm didə-i ғəm didə-i ғunudə məhd rahat olub. Yəni, mərdüm yəni bu gözün qarası da, bu da üstü örtüldü, yuxuya getdim. Çox biraz qəşəng deyibdir əlbəttə.
pərde-i ғفلت asılıb cibi merdum دیده غم دیده gözüm ki qəm görübdürğunude məhdi rahat olub yatdı başın qoydu gözüm yatdı gözüm başın qoydu yatdı beləsi deyir səyyah cahan oldum səyyah yuxu görür deyirəm mən bunları qabaqdan danışmışam amma bilmirəm niyə cində əlaqəm var bunu oxuyam səyyah cahan cibi روح تماشای شهرستان خیال درکن ناگهان bir taife-i celil qadr ve şan rast geldim ki her birinin nasiye halinden nur saadet lame olup her biri bir simay dil ara ile xaraman olarak bir bağçe firdevs nişane tebeddiler ya tebdiler olacaktı ihtimalen ve hazar hişmet ve vigar ile bir kürsü zərngara qərar etdilər. Bu oxumuşam. Bu kitabı oxuduğumuz üçün bunu davam etmirəm. Məncə bu kitabın adını iştibah yazıblar. Əcəba bunu bir yerdə adını oxuya bilər, oxuya yox. Onu tapa bilsək çox yaxşı olar. Bu kitabı oxumuşuq. Ona görə indi daha şey elədim. Əslində düzün axtarsaz yenə yoruldum. İkinci dəfə oxumaqla. Burada bəhsə girir şahla o adam şaha tənqid edir. Şaha tənqid edəndən sonra başlayırlar hər halda bu kitabın adı düz deyil. Birincisi budur ki bu kitab xiyali bir kitabdır. Bir nəfər oturubdur, yazıbdır. Gözəl də şeylər yazıbdır, tənqid eləyibdir. İki nəfər bir-biri ilə danışırlar, səhərəcən, gecəni səhərəcən danışırlar. Şahlar gəlirlər, otururlar. Gedək deyən elə axirdən. Axirdə də Şeyx Muradın bir şeyi var, kitabı var. Həmin bunun adını nə qoyaq? Yəni Hacı Murad deyil. Qətən Hacı Murad Bəğdadi deyil. Yəni beləsi bir şey görür. Mən bunun yazım ki, roman deyək buna. Burada yazıblar Hacı Murad, amma biz bunun qabağında yazaq Hacı Murad, parantez arasında yazaq. Adda da heç qonu deyək buna, qonu. Adı yoxdur, qonu. Siyasi, intiqadi, roman və Hacı Bəğdadi Muradidən Hacı Bəğdadi Muradidən bir neçə şeir. Bu qədər yəni. Bir fərqli bir şey yoxdur yəni burada. Mən elə kitabın adını da islah edeyim ki, sonra özümüz bunu görəndə. Fikirlərim keçən sərdə elə bu işi görmüşəm. Yəni aynı bu işi görmüşəm. Bunu indi burada yazaq. Tənqid eləyək, yazaq ki, romani siyasi intiqadi və neçə şeir Hacı Muradi Bəğdadidən. Tamam, bu beləsi məncə bu kitabın elə gözəl şeyi bu olar. İndi fəqət bunun Sultan Əhməd zamanında yazıb. Hətta əgər yadımda olsa, bunu biz Google-də, Cimnayda bunun mübahisəsini aparanda, Cimnay bizə dedi ki, belə bir şey yoxdur. Amma bu kitabın sonunda da bir şey yedim. Mən buna da qeydim, təzəşdən bir baxaq. Mən bunu bir yerdə bir şeylər gördüm şahın haqqında demişdi.
Allah Allah. Burada bir şey gördüm. İndi görək acaba bunu oxusaq buradan bir şey çıxar ya yox. Bu səhifəni oxuyaq görək ki, bu səhifədə bir şey biz əlimizə gəlir ya yox. Çox getdik, amma onu görmədik. Bir də qeydək dalıya. یعنی او دردمندی چندی نظر جاهنده علا ملع الناس میدانه یا ترب العیاذ بالله اول پیلتن دراز و بالا افرید سما اربه لواطع ادرر idi. Ol mazlumun feryadından ve ol gulina teraşun mübaşiretinden mahduz ve mesrur olur idi. Gayri küferiyati, harac etti küfriyati. Gayri küfriyati dursun böyle vaz'a ısrarından şad xandan olan Firavun bi haya zamanında bi alim ma'mur ve abadan idi. یا خود سریر پادشاهی سلطان محمد خوارزمشاه ایل مشرف اولدوده دریای تویان olan Çengizxan tərəfindən gələn bazarcanlara cəfa olunmaqla əsakiri murşumar tatarın Çengiz xundiz məmalik İran Turanə dəryای آتش gibi yürüyüb Sultan Muhammed hər gecən müqabilə etdiysə münhəzim oldu. Axirül-əmr kəndisi bir cəzirəyə qaçıb validəsi da və əhl-i beyti umumən xasikiyan hərəm و sair əqlə sığməz xəzanə zər cəvahir ilə yağmacaran tatar əlinə düşüb məmalik və şii Xorəzm şahidə olan. Tamam, görürsünüz ki belə bir şeyler yazır. Bunlar hamısı şeydir, yani bir nağıldır, zihniyyətlə yazıbdır. Yəni şey deyil, heç bir bunun vaqiiyyəti cəhan-ı vaqidə yoxdur. Bir dənə burada ayə deyibdir. Allah innəllaha la yugayyiru ma biqawmin hatta yugayyiru və ma bi anfusihim yugayyiru ma bi anfusihim İlla ki hemen padişah alem dergahine ehem umur budur ki hemişe hamül metin şeriat seyyidül mürselin aleyhissalatu vesselam'a mühkem yapışıp münasi şey edir. Yani çedir nəsihət verir, o nəsihətnamələr şimdi amma dastan şeklində. Şeirə baxsaq, şeirdən bir iki dənə oxuyaq çünki çox şey deyil. Hacı Muradı Bəğdadi der mənqəbət Həzrəti Rəsul sallallahu aleyhi ای واصل اصل فرعی هر عقل و قول مشتاق زمالت mümki əhli qul ehtimalən həmici olacaqdır. Mümki görsənir. یک شمه از وصف تو این مختصر است بینام تو دعوتی نگردد مقبول. Farsça olduğu üçün əslən oxumuruq, qalanı da qalsın. Əlbəttə burada hər ləhzədə həzrətə olan yar rəfiq, burası türkdür. Dərdüm nəfəsi, yəni fəqət orası ilə bir farsdaymış, qalanı türkçədir. Dərdüm nəfəsi be Müstəfa yar rəfiq yox, yenə də farsça oldu. Ötürək, bu kitabı ötürək, bundan bizə şey çıxmadı. Gedək ikinci kitaba, görək ki, bu təqvim Türki Osmani nə deməkdir? Gördüyünüz kimi bu kitab zahirən görək hardadır, nə yazıbdır, oxuya bilsək əlbəttə. Bibliotek nömrik Galika nömrə 1682-də ehtimalən bu yazılıbdır. Belə bir şey görsənir. 1093-də də bu alınıbdır. Ehtimalən ehtimalən bu şey deyil.
Fransa dilidir. Burada da yazı Fransa, bəli, tamam. 2 səhifəsi əvvəldən heç bu kitab 34 səhifəlik bir kitabdır. Təqvim deyə üstündə yazıblar. Deyirlər Milli Paris kitabxanasında saxlanır. Cildinə baxırıq, çox gözəl bir əla bir cildi vardı. Kitab görək kiçilir, bunu bəli kiçilir. Tamam, bu qədər bizə yetişər. Çox bir əla göndən cildi var. Dövrəsini qızılla rəhləyiblər. İçində 237 türk adında buna şey vurublar. Valomi nəmənədi 10-dir, 1882-ci 11-ci ayın yönü yerində ehtimalən belə bir şey görürəm orada. Əgər sal cədvəli qərri ərəbi belə bir şey baş tapıram. Yəni deməkdir, burada bir şeylər yazıblar, bir mühasibələr olubdur. Kitabxanada möhrün basıbdır düz kitabın ortasına. Yazının yəni üstünə çalıbdır. Bir səfə boşdur, 2 səfə boşdur, sonra cədvəllərə keçirik. Bu cədvəllər çox ağırdır. Biz bunu əlbəttə görsədərik, amma oxuya bilmərəm. Yəni vaqiət budur ki, bunları mən anlamayandan sonra oxusam fəqət baş ağrı gətirər mənə. Çünki indi bu cədvələ baxırıq. Tamamən cədvəl əlbəttə burada gəldi. 24-cü səhifəyə yetişmişik. 24-cü səhifədə PDF-də bir latincə yazı var. Əcəba bu hangi dildədir onu ola bilməyəcəm. Çünki bu döktür xəttidir. Cümə namazın qılmağı bəyan edər. Burada da cümə namazı üçün bir şey yazıbdır. Kitabla fərqlidir əlbəttə. Əgər imam türki dilincə niyyət eyləmək murad edinsə, imam üstün namazı türkçe qılsın. Ona bir şey soruşublar, fətva, fətvaya cavab gəlibdir. Onu burada görürük. Ərz edeyim xidmətim mübarəkdir ki, burada onun haqqında bir şey, bunu oxuyaram hətmən, görürüm ki, nədir. Kitab qutardı zahirən və kitabın 30 səhifəsindən, o yüzden də kitabın cildin kağızını göstərir ki, çox əzilibdir və çox köhnəlibdir, onu göstərir. Uzun əkslərdir, 3 dənə əksi təqribən kitabın yarısı can göstərir. Qeydək kitabın əvvəlindən bir-iki səfə dedik şeydir. Zayi olduqda tarixi hicrətə xaricindən, zayi olduqda nə deməkdir? Yəni bunları görə anlamaq da olar. Yəni zayi olduqda tarixi hicrətə xaricdən 18 ədəd yazdə zəmm olunub. Yazıda ehtimal olacaq zəmm olunub, 19 təqsim edəsən, üzərində hər nə baqi qalır isə qənqi salə müvafiq olur isə ol sal qərrə ərəbi olur. Aha, burada yazıb ki, məsələn 1093-cü ildən 18 il çıxsaq qalar 1111-ci il. Əlavə eləyib, üzrüstən, bu əlavə eləyibdir, heç eləməyibdir. Deyib ki, zayi olduqda tarixi hicrətə xaricdən 18 ədəd ziyadə zəmm olunub. Yaxşı, indi yazıb, o İslam tarixində bu kitabı yazırmış, onun nəzərməcə məbdə qoyubdur. Deyib ki, əgər bunun 1093-ə 18 əlavə eləsək, olar 1111. Tamam, bunu buradan oxuduq. Zəmm olunub, 19 təqsim edəsən, 19-a bunu bölsən. Burada 1092-ni də eləyibdir, olubdur 1110. Ondan sonra gəlib burada 11, 28, 611, 58, 19 təqsim, bunlar təqsimdir, təqsim eləyib əslində. 19 təqsim edəsən, 19-a bölübdür. 19-a böləndə gəlib olubdur, 58 qalıbdır. 2 dənə, o 2 ili o cürsə eləyibdir, yəni 1111 ilə 1110. Özdə fərqli təqsim eləyibdir, cəlibdir, biz bunu, mən bunu başarmıram. Əslində aşağıdan biz məmulən üstdən aşağı elərik. Yəni deyərik ki, məsələn ədəd məsələn 1-in içində yoxdur. Onun içində də 19 yoxdur. Gedək məsələn 111-in içində neçə dənə var? Onu gətiririk, 5 dənə var. Onu yazarıq. Bu cürsə davam edibdir, amma bu nə cür edibdir? Aşağıdan üstə gedibdir. Yəni mən başarmıram. İkisini də eləyibdir, ikisi 58 olubdur. Yəni 2 ilin üstündə bunu öyrədir ki, nə cür şəmsi ilə miladinin fərqini tapasınız. Dairi, indi bu
beləsi olacaqdı. Yəni deyir ki, hər nə baqi qalır isə qənqi sal muvafiq olur isə ol sal qərri ərəbi olur. Hangi ilə getdi? Bu o. Ehtimalən bu cürsü deyək. Ehtimalən, əlbəttə ki, də bunu mənim məsələn tariximi, ömrümü istəyək çıxardaq, bəlkə belə bir şey. Daire kəbisadə yekşənbə hərfi zayi olsa, tarix hicrətə xaricdən 25 ədəd ziyadə zəmm olunub. Bəduhu 28-ə təqsim edib. Üzərində hər nə baqi qalır isə qənqi saal müvafiq gəlir isə ol salın təxtində olan hərf yekşənbə etibar olunur. Tamam, bu da yekşənbəni nə cür mühasibə eləməkdir. Mən bunları dedim, bilmədiyim üçün də üstündə bir şey getməyək. Cədvəlləri burada görsədir, çox əcib cədvəllər vardır. Haza ruznameyi calib budur. Bu adları mühümdür. Əvvələn çox bir mühəndisi bir işdir. Vaqəən çox ciddi bir mühəndisi bir işdir. Yəni bunu bəlkə indi kompüterlə çox bu cür rahat çəkmək olar, amma bunu istəyə bir nəfər bu şəkildə ki, indi burada işləyib və bunu çəkər. Bu fəqət çərçivəni mən hesablayayım, deyim ki, neçə dana 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Məsələn, mən burada 16 dana xətt görürəm. 16 dana da arasında rəhlər, filanlar, bəhmanlar. Bunlar çox dəqiq çəkibdir və sonra da gəlibdir bu dairələr, dairələrin içində çox ciddi işlər görüblər. Yəni çox bir ciddi bir işdir. Haza ruznameyi mə'ə miqati leylu nehar və dərəcəyi və sair il اوقاتی معلقه نقله نمونه. Burada böyle bir şey. Bu bir ruzname dediği adı. Adım ruzname Ma'ah. Kitabın bunun adı takvim değilmiş. Bunun adı ruzname Ma'ah. Miqat. Leyl və nəhar. Gecə ilə gündüz və dərəcələr və sair ovqat. Bunların haqqında bir ruzname yazıbdır. Şərhi dairi Nur Sultani. Nur Sultani diye bir dairədir. Bu dairənin adı Nur Sultanidir. Bunun şərhi verir bu qıraqda ki, nə cürdür? İş bu dairədə hər yalı Noruz Sultani Qənqi günü və Qənqi gecəsindən qəç saat və qəç dəqiqə fruzəndə aftabı bir cümlə təhvil edib Noruz Sultani vaqe olunduğunu bildirir. Burada nə cür bayram hangi gün olacaq, hangi saat olacaq onu hesablar. Çox ciddi bir kitabdır. Haza duai Dəccalül Qeybdir. Belə bir şey ya Ricalül Qeybdir ehtimalə. Dəccalül Qeyb olmayacaq, Ricalül Qeyb olacaqdır. Burada bir dua yazıbdır qırağında Məkkənin. Bu kitabı görmüşəm. Bu kitabı da mən görmüşəm. Onun üçün bundan da keçək, vaz keçək. Bunu gördüyümüz üçün hətta bunu gedək kitabdan silah listlərdən bunu mən görmüşəm. Oxuduqca deyəs tanış olduğum şey bunu görmüşəm. Gedim buradan bunu da silim. Təqvimi Türki bunu silah kes, delete eləyək keçsin. Çünki qabaqca bunu görmüşük. İndi bir dənə ayrısı gəldi. Təqvimi Türki yenə görək bu yenə də həman ehtimalən həman olacaqdı. Yox, həman deyil. Fərqlidir bu. Bu 114 səhifədə amma Parisdədir. Ehtimalən bunu da görmüşük. Bu da 983 Hicridə yazılıbdır. Ehtimalən Fransada saxlanır yenə. Fransəsini burada gördük də bəli, doğrudur, yenəsi yoxdur. Doğrudur və ehtimalən bu 933-də yazılıbdır. Yəni hududən 983-də yazılıbdır. Yəni 447 il burada, 17 il orada. Hardasa 464-65 il bundan qabaq bu kitab yazılıbdır. 2 səfə əvvəldə o Parisdə hangi kitabxanada saxlanılır odur. Ondan sonra kitabın cildini görürük. Cildi göndür, dəridir və onun üstündə nəqqaşı Osmanlı dövründə olan o məşhur sürücündəki nəqqaşıdır. Kitabın içində cildin içini açanda görürük ki, Türk və 182
nömrəni kitabın ortasında yazıblar. Kitabın köhnəliyi hər yerdən görsənir. Biraz da hətta çürümək də orada burada görsənir. Kitabın zahirən qıraqlarına su gəlib və bir köhlənib, qərəlibdir, saralıbdır. Kitabın burada bir ədədlər də görürük, amma nədir oxumağa mən bilmirəm. Fikrim kitabda görmüşəm, amma bu kitab da fərqlidir. O kitaba ta 182 dedik nömrəsi var, amma bunun cədvəli biraz əyridir. Yəni nəqqaşı çəkəndə o xəttləri qatıb bir-birinə. Ona görə burada əyri görsənir xəttlər, amma nəqqaşidən ibarətdir. Xəttdən ibarət deyil şeylər. Kitab bir çox gözəl bir mühəndisi, nəqqaş çərçivəsi ilə vəsətdə bir yazısı var. Gəlib buna baxarıq. Görürük nədir? İkincisinə baxırıq. Burada Cədvəli Tarixi Ənbiya əleyhissalatu vəssalam. Burada da ənbiyaları yazır. Yenə bu kitabı görmüşük. Məncə əgər davam eləsə beləsi, mən bunlar yadıma gəlir. Bəli, bu kitabı da görmüşük. Dəqiqən, bu kitabı da görmüşük. Bunu da yenə gedək silah. Bunu da öncə görmüşük. Bunu da vurduq getdi. Bunu da silah buradan. Bu kitablardan ki oxumuşuq. Gələk burada görürük ki, Qur'an-ı Manuskrip İslami bin Hacı Nəmənə. Burada bir Qur'andır, ehtimalən türkcədir, türkcə yazılmış Qur'andır. Və bir dənə də ayrı kitab görək. Quran with Interlinear Turkish Translation Muhammed bin Saruhan. Belə bir şey adı ilə orada yazıblar. Baxaq şurası burada nədir? Bu iki dənə Qur'andır hər halda. Bunlara baxaq. Kitabın biraz aparaq əvvəlinə kitabı kiçiklədik ki, səhifəmizə yerləşsin. Görək ki, nə cür bir kitabla qarşılaşırıq. Kitabın cildini görmürük. Kitabın içinə baxırıq. Kitab açılıbdır. Səhifə cildi yox ki, Qur'anın öz içi açılıbdır. Və ortada kitabın ortasında yaxın, yəni mərkəzə o Şiraziyə yaxın, başdan ayağa bir çərçivə diziblər. O çərçivənin içində yaşılla rəhləyiblər. Bir nəqqaşı çəkiblər, çox da qarma-qarışıq nəqqaşı deyil. Sadə nəqqaşıdır, amma nəqqaşıdır. Hər halda bunu çəkiblər, bir tərrahlıqdır. Sonra burada görürük ki, nəzərə gələn kitab çürüyübdür. Birinci səhifənin üstü çürüyübdür. Onu burada görürük. Qıraqdakı tikilən yer var kitabın, orada çürüyübdür. Onu da görürük. İpinə tikilibdir. İndi Qur'an bu vəsətdə neçə yerə bölünüb kitab. Ehtimalən burada başda bir şey varmış. İndi o nəymiş o qalıbdır. İki tərəfdə də bunu görürük qalıbdır. Surənin adını başda yazıb. Bir çərçivənin içində. Onun altında bir ayrı çərçivədə Sure-i Fatihənin Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. Axirətən onu görürük yazıbdır. Aşağıda və hiyyə səbə ayat, 7 ayədir. Sonra Sure-i Bəqərəni bu birisi tərəfdə başlayıbdır. Onun da aşağıda yenə üstdə adın, aşağıda neçə ayədir onu yazıbdır. Sonra önəmlisi budur. Bunun qırağında, yəni burada neçə kitabın ortası nazikdir. Yəni Qur'an yazılan yer nazikdir. O qədər də ki Qur'an yazıbdır, o qədər də yer qıraqda qalıbdır. Başdan aşağı. Orada bir ayrı çərçivələr çiziblər. Üstdə bir həndəsi, bir ehtimalən dairələr, yarım dairələr, bir dairənin içində neçə dənə dairə və bunlar indi nə anlamları var mən bilmirəm. Mən gördüyüm 4 dənə dairə çəkilibdir ki, bunlar bir-birləri ilə mümassiz olmasınlar, yapışmasınlar bir-birlərinə bu dairələr. Adcacan araları olsun. Ortada bir mürəbbə kimi bir şey çıxır. Mürəbbə deyil qətən, amma mürəbbə kimi bir şey çıxır və bunlar bir gül kimi bir halət tapırlar. Bu belə bir şey üstdə və aşağıda bu birisi səhifədə də aynı tayin çəkibdir. Sonra bunu məni eləyib. Türkcəsini qıraqda yazıb. Yəni ortada ərəbcəsi qıraqda o ayələrin türkcəsini yazıbdır. Hər iki tərəfdə bunu görürük. O birisi səhifədə daha o nəxşələrdən, zaddan xəbər yoxdur. Bir dənə sadə, bir dənə yekə çərçivə çizibdir. Kollən nə yazacaq onun üçün.
Qur'anı orada aralayıbdır. Yəni üstdən biraz o çərçivədən biraz 2 sm yarım buradan üstdən 2 sm yarım aşağıdan 5 sm qıraqdan beləsi boş yer qoyubdur. Onun bir cızıbdır. Onun içində Qur'anı qoyubdur. Eşikdə o qalan yerlərdə türkcəni yazıbdır. Səfələr beləsi davam edəcəkdir. Buradan bu üzə beləsi kitabın ortasının çürümağını görürük. Ehtimalən kitaba su gəlibdir. Ehtimalən kitaba səhifə şumarəsi yazıblar. Ehtimalən. Və birincisində yazmır. Əcəba buna hangi zaman yazıblar, onu hələ təşxis verə bilməmişik. Burada birinci vərağının işi olmadı. Biz birinci vərağı görmədik. Yəni əslində birinci vərağın əvvəl tərəfindən əks almadığı üçün şumarədə yazmıyıb. Vərağı ikinci səfədən, ikinci vəraqdan qoyubdur. Burada özdə sağ tərəfinə qoyubdur, sol tərəfinin işi yoxdur. Və burada ikinci olubdur və beləsi davam edir. Ayələrin sonu nömrə deyil. Bir dənə qırmızı yekə dairə qoyubdur. Yəni bu ayənin sonudur. Və o birisi ayənin əvvəlidir. Yəni bunun ikisinin arasında bir dənə belə xət qoyubdur. Əlbəttə bunların üstünə bir şeylər yazıb. Əcəba bu, məsələn, bəzisində yazıb la, bəzisində yazıb dəstəli T. Bunlar nə deməkdir, onları da bilmədim. Türkcəsində də aynı qırmızı dairələr qoyubdur, onu yazıbdır. Hizbin də yazıbdır. İndi 4-cü səfəni görürük, 5-ci səfəni görürük. Getdikcə biraz o köhnəlik azalır, o qıraqların saralması zadı biraz azalır, amma görün. Kitab 308 səhifədir. Ki, türkcə və farsça Qur'anın hamısıdır ehtimalən. Baxarıq indi bunu. Bu əslində çünki PDF-də 2 səfə görsənir, yəni 616 səfədən ibarət bir kitabla, türkcə və ərəbcə Qur'anla qarşı-qarşıya yox. İndi o şey ki dedim, görək ki, səfələri nə cür qoyubdur, məncə doğrusu da budur. O ehtimalən o 8-7 ədədlər ki birdən yazılmışdı, onlar da ola bilər olsun, amma ola bilər çünki niyə? Çünki qırmızı ilə iki çərçivəni çəkibdir, onu qırmızı ilə güşədə yazıbdır. Çərçivənin içində güşədə yazılıbdır. Amma əsli budur ki, bu hər vəraq ki sol tərəfi qutaracaqdır, onun aşağısında cədvəlin içində yazır ki, sonuncu vəraqda nə gələcəkdir. Buradan bilirik bunu, bəli, aynı dediyim kimi davam edir, amma üstdə də o ədədlər davam edir. Bəzi yerdə türkcə yazılar çox kiçilir, amma farsça yazılar sabit. Ərəbcə yazılar sabitdir, böyüklüğü sabitdir. Yəni bunu 2 dənə əl yazıbdır. Biri ərəbcəni yazıbdır, o bilirmiş, mən ayəni Qur'ana əlim açıqdır, rahat yazacağam. Amma üstdəki tərcümə eləyən əli açıq deyil. Onun üçün bəzi yerləri kiçik yazıb, bəzi yerləri yekə yazıb. Əlbəttə ki, çox da məharətli adammış. Çünki Qur'anı daimən hey çöndərirmiş, onun üzü ilə yazırmış ki, bir nəqşə də versin, gözəllik də versin şeyə. Qıraqda olduğu üçün türkcə buna bir gözəllik versin. Yəni adamda bir türkçülük hissi çox ciddidir. Kitabı biraz ehtimalən çox işlənibdir. Sonra qırmızı nöqtələr qərə nöqtəyə çevrilib. Bəzi yerdə bilmirəm, burada məsələn indi 18-ci PDF-də 18-ci səhifədə görürük ki, ehtimalən əlin burası mürəkkəbə dəyəlibdir, yazılıbdır, bu qıraqda bu səhifə şey olubdur. Yəni ehtimalən belə bir şey zehnimə gəlir, ayrı bir şey gəlmir, amma səhifə silinmək kimi olubdur. Biraz sürəti çoxaldıram, bu kitab çox önəmlidir, Qur'andır və türkcədir. Onu biz diqqətli baxmalıyıq. Təbiətən burada çox da bir şeylər görə bilməyəcəyik. Çünki dediyim kimi, burada da çay tökülübdür, ya su tökülüb. Hər nədir? Bir şey aşıb tökülübdür, bu bəllidir. Kitabın içinə. Hətta bəlkə su deyil, yemək bir şeydir. Bununla belə kitabın əslini görmürük. Adam kitabın əslini görsə, bəlkə bir şeylər daha görə bilər. Burada bu, əlbəttə, məsələn, burada Sure-i Maidə Mədinə və hiyə mədəniyyə və hiyə məətə və əşrunə ayə. Sure-i Maidənin Mədinədə gəlibdir və 120 ayədən ibarətdir deyə belə bir şey onun başında yazıbdır. Əlbəttə, baxmadım, görüm türkcəsində yazıb ya yox. Ehtimalən qıraqda yazacaq da, yəni mən dedim ki, içəridə birdən yazar.
Amma yox. Surənin başında o məsələn Maidənizə deyil, onu qırmızı yazır. Onun Qurana dəxli olmadığı üçün onu qırmızı yazır ki, yəni bəlli olsun, burada surə dəyişir və Qurandan deyil. Bunu deyim ki, mənim düşüncəmdir bu. Bir buna dəlilim də yoxdur deyə. Mənə belə gəlir ki, Quranın bismillahları sonra yazılıb. Çünki Peyğəmbər bismillah deyəndə iki halət var. Əvvələn surələr, məsələn Bəqərə kimi surə ya Ali İmran kimi surə ya Maidə kimi surə ki, ayələri çoxdur, bir dəfə gəlməyibdir. Bunlar bəlkə 10 dəfə, 20 dəfənin içində gəliblər. Bəlkə də çox. Onun üçün ya hər ayə gələndə Həzrət Məhəmməd özü gəlib millətə oxuyanda Bismillahirrahmanirrahim deyibdi. Amma bunu Allahdan o ayələrə bağlamayıbdı. Çünki əgər hər dəfə ayə gələndə Həzrət Məhəmməd gedib danışıbdı da, yəni məsələn deyək ki, bir ayə gəldi indi. Durub bunu millətə deyibdi. Bunu millətə deyəndə ehtimalən deyibdi Bismillahirrahmanirrahim. İnsanlar da bilsin bu Allah tərəfindən gəldi. Amma o bismillah ayə də Allahın tərəfindən gələn bismillah deyil. O Həzrət Məhəmmədin dediyi bismillahdır. Ehtimalən hər ayə, hər zaman ki ayə gəlibdir millətə istəyib desin, ya hər dəfə ki istəyib onu təkrar eləsin, yenə həman bismillahla deyibdir. Buna görə ki öz sözü ilə Allahın sözünü ayıra. Mənə belə gəlir ki, Bismillahirrahmanirrahim surələrin başında Həzrəti Məhəmmədin sözüdür. Allahın sözü deyil. Hətta bunu niyə məsələn bir ayə deyiblər, bu Bəqərədir, bu Mədinədir. Əcəba Həzrət Məhəmməd belə bir iş görübmü? Yoxsa bunu yığanlar yığıblar beləsiniklə, ad qoyublar, adlar Həzrət Məhəmmədin adı olmamalıdır məncə. Bu iki dənə fərz dedim. Ya budur ki, hər dəfə Həzrət Məhəmməd ayə gələndə durub deyib ki, məsələn namaz qılır, ya yol gedir, ya cəhad edir, ya dəvədin üstündədir, nə bilim, ya yoldaşları ilə oturub danışır, yaxın yoldaşları ilə. Birdən bir söz gəlir. İstir bunlara desin ki, bu Allah tərəfindən, məndən deyil. Hər dəfə ayəni oxuyun, deyir Bismillahirrahmanirrahim, yəni ayəni deyir. Ya məsələn təkrar edir. Məsələn bugün bu ayəni dedi, sabahlar getdi falan yerə o ayəni təkrar edir. Yenə də ehtimalən millət buna görə bilər ki, bu ayəni deyəcəkdi. Yenə deyir Bismillahirrahmanirrahim. Amma bu ayə Allah tərəfindən o ayələrə izafə olmayıbdır. Əgər ayələrin hər birisinin başında Allah tərəfindən gəlsə, Allah demiş olsa ki, Bismillahirrahmanirrahim, onda hər ayənin başında gələ olsun. Yəni hər zaman ki, məsələn bir dəfə ayə gəlib, 5 dənə ayə gəlib. Birində 7 dənə gəlib, birində 3 dənə gəlib, birində 50 dənə gəlibdir. Elə bu 50 dənənin başında gələ Allah desin Bismillahirrahmanirrahim. Bu da desin. Amma bunu göstərir ki, bunlar bismillahlar Həzrət Məhəmmədindir, Allahın deyil. Allah buna demir denən Bismillahirrahmanirrahim. Həzrət Məhəmmədin sözüdür. Bismillahirrahmanirrahim. Quran deyil, Həzrət Məhəmmədin sözüdür. Məncə də surələri də yazında o Bismillahirrahmanirrahim Həzrət Məhəmmədin sünnətinə bağlayıblar. Yəni rəsmi rüsum ki, Həzrət Məhəmməd hər bir şeyi başlayanda Bismillah deyirmiş, ona bağlayıblar, Bismillahların başına Bismillah qoyublar. Ona görə də buna Qur'an-a yazanda ayə qoymurlar. Yəni ayə hesablanmır. Məsələn, Surə-i Həmdidə, indi bunu qeydərəm baxarıq, buradan bu izə baxaq. Məsələn, bu ayələri əgər oxusaydıq, görərdik ki, əcəba bu Bismillahirrahmanirrahim nömrə birinci nömrə ayədir ya yox? Məncə yox. Ya, məsələn, Bismillahirrahmanirrahim, mən də indi başlayam bu surəni oxuyaq. Ya əyyuhəl-ləzinə amənu, ufu bil-uqud. Ayə qutardı, bu birinci ayədir. Qutardı. Bu Bismillah ki, bu surənin əvvəlində var idi, bu surənin özündən deyil. O Həzrəti Məhəmmədin başladığı kimi Quranda o cür yazıblar ki, Bismillahla biz surəni başlayırıq və ayırsınlar surələri bir-birinə. Bundan ötürü məncə belədir.
Yəni ola bilər ki, fərqli bir şey də olsun. Amma bir dənə Bismillah Quranda var. Əcəba o da Həzrət Muhammedin tərəfindəndir, yoxsa Allahın tərəfindəndir? Surə-i Tövbədə əvvəldə surə Bismillah yoxdur, ortada bir dənə Bismillah var. Əgər səhv eləmirsəm, ona baxmaq olar. Yəni bunlar bir bəhsdir, adam eləyə bilər, baxsın və üstündə desin ki, nə var, nələr var, nələr yoxdur. Biraz sürətlə çoxaldıram, gedək. Ya da ki, ikinci şey də budur ki, burada Quranda qələt görüblər ya da qələt tutublar, qələt yazılıbdır. Siliblər, təzəşdən yazıblar. Quranda PDF-də 78-ci, elə səhifədə 76, 77 və 78-ci səhifədə iki yerdə qələt tutulubdur, siliblər, təzəşdən yazıblar ayrı xəttinə. Ehtimalən sonralar bu yazılıbdır. İndi bunlara biz diqqət eləməliyik. Əlbəttə, mən qabaqcında Quranı bir ayrı neçə Quranı oxuyanda orada demişəm ki, biz buna diqqət eləməliyik ki, əcəba bu Quran, məsələn, 700 il bundan qabaq yazılıbdır, bugünkü Quranlarla fərqi var, yoxdur. O çox önəmlidir. Ki, biz görək, indi nə qədər Qurana əl aparılıbdır. Çünki biz bilirik, Yahudiyyətdə və qeyri Məsihiyyət dünyasında və müsəlmanlarla müxalif olan müsəlmanlar zahirdə. Özəlliklə İranda, Çində həm od vururlar, həm şeylər. Bunların Quranda əl aparmaqlarını əslində mən şəkk eləmirəm. Hər halda kitab çox ciddi və gözəl bir vəziyyətlə keçir. 10-cu cüzlə yetişmişik. Quran neçə cüzdür? Biz onları indi gəlirik, xüsusi gedirik. Biraz sürətli çoxaltdım. Səfələri dana-dana gedirik. Çox müqəddəs kitabımızdır. Mənim müqəddəs kitabımdır. Yəni, mənə önəmli deyil, dostlarım, hər cürə dostum vardır, hər cürə də fikirləri ola bilər. Mənə müqəddəsdir və mən icazını vermərəm biri Qurana. Ya mən Həzrəti Muhammed əleyhissalatu vəssalama məsələn biri cəsarət eləsin. Hörmətini saxlamalıdır, hamı hörmətini saxlamalıdır. Bir ayrı adamın hörmətini nəqd eləyə bilər. Təbii ki, biz hər şeyi nəqd eləyə bilirik. Həzrət Muhammedin də nəqd eləyə bilirik. Nəqd elərik, fikrini qəbul elərik, ya eləmərik, ya Quranın qəbul elərik, ya eləmərik, ya Allah tərəfindən gəlib, ya gəlməyib, bunu qəbul elərik. Həzrət Muhammedin tərəfindən olsun, gəlin də mənim möhtərəm bir şeydir. Təbii ki, biz Allahı fəqət peyğəmbərlərdən eşidirik. Biz Allahla özümüzün bir irtibatımız, ilgimiz yoxdur. Onun üçün də Allahı o Təxatüfül Fəlasifə kitabda bundan ötürü yazıldıydı. Allahı şeylə tanımaq olmaz ki, Allahı dəlil ilə tanımaq olmaz, fəlsəfə ilə Allaha yetişmək olmaz. Allaha yetişir. Allahın yolu ayrıdır, fəlsəfənin yolu ayrıdır. Məncə doğru dedi. Allahın yolu budur. Allahı ürəyinə gedəcəksən, iman eləyəcəksən. Fəlsəfədə gedəcəksən dünyanın neyinirsən, eləcəksən. Fəlsəfənin dinə zoru çata bilməz, dinin də fəlsəfənin işi yoxdur əslində. Mənə də belə gəlir. Yəni, mən yavaş-yavaş beləsini düşünürəm. Tamam, gəldik kitabın sonuna. Kitabın sonunda Qurandan eşitə bir şeylər yazıbdır. Bu mənə mühümdür, bunlar mənə mühümdür. Qeydək Qurandan özündən mən o dediyim sözü deyim, sonra yəni o dəlilimə düşündüyümə bir dəlil gətirim, sonra gedək. Quranın sonunda 2 səfhədə, 3 səfhədə kiçik surələr var. Bunları oxuyaq. Yazıb ki, Bismillahirrahmanirrahim. Sure-i Əl-Fil Məkkiyyə və hiyə 5 ayat. Məkkədə gəlibdir. Fil adındadır. Kim qoyub? Həzrət Məhəmməd qoymayıb ki, bu fil adını Suriyə. Sonralar qoyublar bunu. Sure adı fildir. Məkkədə gəlibdir. 5 ayədir. Baxaq görək. Bismillahirrahmanirrahim. Əgər Allah tərəfindən belə gəlmiş olsa. Ki, mən bu son zamanlarda gördüm bir dənə Məsihi adamdır, ehtimalən Lobnanlıdır, ərəbcə danışır, əlbəttə mən oradan qulaq asırdım. Qurana nəqd edir, deyir ki, Quran, Həzrət Muhammedin neçə dənə iradı var Quranın, biri də budur ki, məsələn, Quranı Allah deyibdir, ya şey deyibdir, Həzrət Muhammed deyib, Bismillahları. İndi mən onun beləsi cavab verirəm ki, Həzrət Muhammedin sözüdür. Bismillahirrahmanirrahim. Əlif, lam, ra. Əcəba, burada bir ayə qutardı, yox. Onun əlaməti sual. Qoyaq, burada qalsın 1.
Yox, əlif lam ra deyilmiş, üzr istəyirəm. Ələm tərə keyfə fəalə rəbbükə bi əshabil fil birincisi qutardı. Ələm yec'al keydəhum fi təzlil qutardı ikinci. Və ərsələ əleyhim teyrən əbabil üçüncü ayə qutardı. Tərmihim bihicarətin min siccil dördüncü ayə qutardı. Fəcəələhum kəəsfin mə'kul beşinci ayə qutardı. Bismillah bunların içində deyildi. O birisi Suriyə gedək. Sure-i Qureyş Məkki və hiyə ərbə ayat. Qureyş surəsi Məkkədə gəlibdi, 4 ayədir. İndi görək necə Bismillahirrahmanirrahim qıraqda tutaq. Bismillahirrahmanirrahim ilə surəni başlayır. Bunu Həzrət Məhəmməd deyir. Bunu Allah demir. Lə ilafi Qureyşin birinci ayə qutardı. İlafihim rehlətəşşitai və seyf. İkinci ayə qutardı. Fəlyə'budu. Bunu biraz geçəldim da. Mən indi burada niyə bu qədər özümə zor verirəm ki? Fəlyə'budu Rabbə hazıl beyti əlləzi ət'əməhum min cu. Bu da üçüncü ayə. Və amənəhum min xof dördüncü ayə. 4 tane ayə qutardı. Bismillah bu ayənin içində deyil. Surənin içində deyil. Sure-i Əl-Maun Məkkiyə və hiyə səb ayə. Sure-i Maun Məkkədə gəlibdi 7 ayə. İndi Bismillahı bu səfər sayıram. Ki, deyək Allahın tərəfindən gəlibdi. Allahın tərəfindən gəlibdi, yox 7 ayə olacaq, ya çox olacaq, ya az olacaq. Bismillahirrahmanirrahim 1. Ərəəytəlləzi yükəzzübə biddin 2. Fəzalikəlləzi yədü'ül yetim 3. Və la yəhüzzü ələ təamil miskin 4. Fəveylün lilmüsəllin 5. Əlləzinə hum fi səlatihim sahun 6. Əlləzinə hum yuraun 7 və yəmnəunəl maun 8. Quran demişdi 7 ayədir, 8 oldu. Niyə? Bismillah Həzrət Muhammedin sözüdür. Allahın sözü deyil. Hətta ehtimalən %99 ehtimalla budur ki, Həzrət Məhəmməd surələri özü qoymayıbdır, ad qoymayıb surələrə. Sonra Qur'anı cəm eləyən əshab bu nəzərə gəliblər ki, buna bu adı qoyaq. Mənə belə gəlir. Və tüm müsəlmanlar hər işi Bismillahından başlarlar, surələri də Bismillahından başlamaq lazımdır. Onun üçün onu da qoyub, onda Bismillahı da əvvəllərində yazıblar. O birisi surəyə gəlir. Sure-i Əl-Kəvsər Məkkiyə və hiyə səlasə ayə. Surə adı Kəvsərdir. Məkkədə gəlibdi Həzrət Məhəmmədə və 3 ayədən ibarətdir. İndi diqqət eləsəz burada bir dənə ittifaq düşübdür. Əşyada Bismillah, inna ətəynəkə sonki vərəqdə nə gələcəkdir, onu salıb mürəbbə içinə. Bu işi görməmişdi. Əcəba o birisi səhifələrdə belə bir şey varmı, yoxmu? Ona da bir baxım. Mən bu birinci dəfədir gördüm bunu. Yox, fəqət orada da. O birisilərdə xət çəkib bəzisinin üstündə, bəzisində də əslən xət çəkməmişdi, yadıma gəlir. Mən bir indi 50 səfərdən çox getdim dalıya, amma o halət deyil. Yəni tamam, qeydaq Quranın içindən o son ayələri oxuyaq. Dedik ki, Suriyeyi nə mənən oxurduq? 3 ayəsi Kəvsər, Məkkə və 3 ayədir. İndi yenə Bismillahı qoyaq qırağa. Bismillahirrahmanirrahim ilə başlayırıq hər şeyi, yemağı, içmağı, durmağı, yatmağı, geyinmağı, danışmağa başlamağımızı, bəzənmağımızı, başımızı daramağımızı, bir yerə gedib gəlməyimizi, maşını sürməyimizi, durmağımızı, hər şeyimizi Bismillahla eləyə bilirik. Yəni biz Allahın adı ilə hərəkət edirik. Müsəlmanıq. Allah'a inanırıq, deyirik Allah bizə bu gücü veribdir, biz də Allahın əmri ilə hərəkət edirik. İndi Bismillahirrahmanirrahim. İnna ətəynəkəl Kəvsər birinci ayə. Fəsəllil Rəbbikə vənhər ikinci ayə. İnnə şaniəkə huvəl əbtər üçüncü ayə qutardı. Bismillah bu surənin içində deyil. Hətta bir iş görüblər müsəlmanlar, bu Qur'anı yazan. Gəlibdi Bismillahın özün bir ayrı
şeyə salıbdı. Çarçıvəyə salıbdı. Tamam bismillahlar özünün çarçıvəsi ayrıdır. Ayələr bir çarçıvənin içindədir. Bismillah bir çarçıvənin içində. Yəni deməkdir ki, bunu da bilə-bilə deyiblər. Bismillah surənin özündən olmadığı üçün bunu biz əlavə elədiyimiz üçüncü surəni başlayırıq. Bunu çarçıvəsini ayıraq ki, bəlli olsun bu ayrıdır. O birisi surə. Surə Əl-Kafirun. Bunların türkcəsini oxumuram mən. İndi buranın türkcəsini oxuyaq. Bismillahı məna eləyib. Deyib, Bismillah mənası indi mən bunu oxumağa məcburam ki, kəc oxuyam. Bunları çox oxuyuruq, lakin bunun türkcəsini oxuyaq. Başlıram adı ilə Tənri Təalanın rizqi vericidir və rəhmət edicidir. Bismillahı beləsi tərcümə edilir. Surəyə indi Kəvsəri oxuruq. Kəvsər surəsini oxuduq. Surə mənası. İndi burada bir qırmızı ilə yazıb ki, mən bunu məna eləyirəm. Surə mənası qırmızı yazıb, üstündə xətt çəkibdir aşağıda. İnna ətəynəkəl Kəvsəri görək nə deyibdir. Bu üstdədir, orada deyil. Bu aşağıdakı qul ya əyyuhəl kafirin. O üçün əyridir, bu aşağıdakını oxuyaram. Bismillahirrahmanirrahim. Surə-i Kafirun Məkkədə gəlibdir Həzrət Məhəmmədə və 6 ayət. Məkkədə gələn ayələrin hamısı normalda üçün əqəlliyyətdədir və düşmənin içindədir. Tamam əqəlliyyətlər bu cürdürlər. Tamam əqəlliyyətlər, əksəriyyətin içində yaşayan əqəlliyyətlər qorxarlar. Canlarını qorumaq üçün çox insancıl yanaşarlar. Çox mehriban olarlar, çox dürüstkar olarlar. Onların içində oğurluq olmaz, əyriliq olmaz. Çünki azdılar. Əgər onlardan bir oğurluq, bir əyrilik, bir yalanlıq, bir yanlışlıq tutsalar, onları qırıb öldürərlər, o əksəriyyət. İranda da bu cürdür, dünyada da bu cürdür. İndi məsələn deyək ki, mən bu şəhərdə, bir dənə şəhərdə yaşıram. Fikirləşin ki, tək müsəlman mənəm. Orada ən düzgün adam mən olmalıyam. Yoxsa məni sonra bir gündə yiyərlər gedərəm. Məsələn, düzdür? Çünki mən bir xəta eləsəm, xətam görünər. Amma onlar çoxluqdular, xəta eləsələr də görməzlər. Gördüklərində polis falan yetişər, onlar polisin içində. Amma mən xəta eləsəm, millət görər. Bismillahirrahmanirrahim. Qul ya əyyuhəl kafirun. Et, ya Məhəmməd, ey kafirlər. Qul, de, Məhəmməd, ya Məhəmməd, adını da deyir. Qul ya Məhəmməd, əlbəttə tərcümədə deyib, qul ya Məhəmməd. Ərəbcəsində qul var, yəni ki, de. Kim desin, ya Məhəmməd. Tərcüməsində ya Məhəmmədə əlavə eləyibdir. Tərcümə də əslində yoxdur. Farslar da bu işi görürlər. Biraz da izafə. Ey kafirlər. Qul ya əyyuhəl kafirun, ey kafirlər. La əbudu ma təbudun. İndi bunu deyibdir ki, tapmaq dedik ki, bir şeyə tapmaqdır, bir yerə girməkdir, orada ibadət eləməkdir falan, bunlar mənasındadır. Tapmam, ana kim? Təpəsiz. Mən o şeyə ki, siz təpməzsiz, təpərsiz, mən onu təpmərəm. Tapmam, ana kim? Təpəsiz. Siz tapdığınız adama tapanaq, tapdığınız və ona ibadət elədiniz. Tapmaq, məncə birdirlər. Bir köklə gəlirlər, ayrı mənada olur. Deyir ki, təpməm ana kim təpəsiz. Mən o kəsə ki, siz təpərsiz, mən təpmərəm. Qutulu getdi. Təpmaq, buyursunuz ki, ibadət mənasına gəlibdir. La əbudu ma təbudun. Təpməm ana kim təpəsiz. Və la əntum abidun ma əbud. Təpməzsiz. Mən təpdığım Tənriyə. Tənrini burada özü yazıbdır. Orada ayədə Allah yoxdur. Burada türkcədə yazıbdır. Təpməzsiz. İndə mənə deyibdir, görək burada deyir ki, və la əntum abidun ma əbud. İndi bunu burada deyib ki, təpməzsiz. Mən təpdığım Tənriyə. Mən ibadət elədiyim Allaha, bəlkə ki, onlar da bir Allaha inanırlar. Amma deyir ki,
mən təpdığım Tanrıya siz təpməzsiniz. Qutulu getdi. Dəxi mən, qalanı nədir? Və la ənə abidun ma əbədtum. Dəxi mən deyiləm təpəci. Ana kim? Təpdünüz. O siz tapdığınız Allaha da mən tapmıram. Bəllidir ki, burada Allaha hər ikisində etiqadı var. Fərqli düşüncə ilə. Dəxi, indi neydi? Və la entum abidun ma a'bud. Dəxi siz dəxilsiz tapıcılar. Ana kim? Taparım. Çox gözəl yazıbdır. Və axir ayə ləküm dinüküm vəliyə din. Sizin dininiz sizə, benim dinim bana. Çox gözəl tərcümə. O birisi ayə. Ya Sure-i Nəsr. Mədinə və hiyə səlas ayə. Nəsr surəsi Mədinədə gəlib Həzrət Rəsula və 3 ayədən ibarətdir. Bismillahın mənası nədir? Əvvəl Bismillahı yazıbdır, sonra deyib ki, Bismillahın nədir? Bismillahirrahmanirrahim. Başladım adı ilə Tanrı Teala'nın ki, rizq vericidir və rəhmət edicidir. Bismillahı burada hər yerdə bu mənayı gətirir. Surə mənası. İza ca'ə nəsrullahi vəl-fəth. Geçən ki, İza ca'ə o zaman ki, geçən ki dedi. Zaman İza ca'ə nəsrullah, Allahın nəsri gələndə, köməyi inəndə. Buna deyir ki, geçən ki Tanrı Teala yardımı gəlsə dəxi Fəth Məkkə gəlsə. İza ca'ə nəsrullahi vəl-fəth. Geçən ki Tanrı Teala yardımı gəlsə, dəxi Fəth Məkkə gəlsə. Və rəaytən nasə yədxuluna. Əlbəttə burada biraz Allahın və fəth gəlsə burada təfsir kimi yazıbdır. Yəni tövzih yazıbdır. Burada yoxdur. Ayənin özündə Fəth Məkkə demir. Elə deyir ki, vəl-fəth. Əl-fəth əlbəttə əlif-lam ərəbcədə bir şeyin bəlli bir fəthidir. Onun üçün Məkkəni burada əlavə edir ki, istəsin desin, yəni o qəziyyə irtibatı var. Ərəb dilində ehtimalən bu bilinirmiş Həzrəti Məhəmməd zamanında. Həzrəti Məhəmməd zamanında çoxlu fəthlər olubdur. Amma fəthlərin ən mühümü Quranda bu cür əlif-lamla gəlir. Əl-fəth və izə cəə nəsrullahi və əl-fəth. Məkkənin fəthindən söz danışır burada. Yəni bunu hər yerdə işlətmək olmaz. Hər fəthə gəlməyib bu ayə. Və rəaytən nasə yədxulunə fi dinillahi əfvaca. Görərsin, adamları girərlər Tanrı Teala dininə bilək-bilək, ya da bölük-bölük də ola bilər. Bölük-bölük, yəni quruq-quruq, dəstə-dəstə. Burada da nədir? Əfvaca, fovcular, bölük-bölük olacaqdır ehtimalən, amma həm püşlə yazıbdır, bu vavla yazmayıbdır, bölük-bölük. Səsin qoymadığı üçün mən beləsi oxudum. Ola bilər bir ayrı cürdə oxunusun. Bəs ondan sonra 3-cü ayədə fəsəbbih bihamdi rabbikə vəstəğfirhu innehu kânə təvvaba. Pəs təsbih eyləcilik o kimgilə dəxi yarlənmək istəəndən təhqiq ol tövbələr vericidir. Qəbul edicidir. Ayə qutardı. Çox gözəl türkcə tərcüməsi var. Çox gözəl. Ali tərcümələri var. Sure-i Təbbət yedə Əbi Ləhəb Təbbə Məkkədir və 5 ayədir. Bunu görək nə tipdir. Bismillahın mənası Bismillahirrahmanirrahim. Başladım adı ilə Tanrı Teala'nın ki, rizq vericidir və rəhmət edicidir. Təbbət yedə Əbi Ləhəbin və Təbb. Surə mənası. Həlak olsun Əbu Ləhəbin içi Əli təhqiq. O təbbət yedə Əbi Ləhəbin və Təbb. Orada bir təhqiq sözü,
Burada bir şiddət anlamındadır. Ona görə təhqiq gətirir. Yəni qətiən təhqiq olsun. Təhqiq yəni qırılsın, düşsün. Yəni bunun qırılıb düşməyinə gözümüzlə görək. Bu təhqiq sözü o anlamdadır. Həlak olsun Əbu Ləhəb. Əbu Ləhəbin iki əli təhqiq. Burada təbbət yedə Əbi Ləhəb bu həlak olsun məna edib. Kesilsin deyil. Həlak olsun Əbu Ləhəbin iki əli təhqiq. Ma əğna anhu maluhu və ma kəsəb. Həlak oldu. Bu həlak oldu neydi? Dəxi əsi edib əzabindən ani qurtarmadı mali dəxi qarandığı nəsnələri, qazandığı nəsnələr ehtimalən olacaqdır. Biraz çətin oxumaqda həm əyridir. Əyri olduğu üçün mən də biraz başımı əyirəm ki, bəlkə görün bir şeylər. Həlak oldu. Dəxi başlayıram nədir burada? Əxti edib əzabidən ani qurtarmadı mali dəxi qazandığı nəsnələri. Ma əğna anhu maluhu. Ehtimalən mali olacaq. Dəxi mali edib əzabidən ani qurtarmadı mali dəxi. Orada bir şey anlamadım mən. Ma kəsəbəni yazmadı ehtimalən. Ya da əvvəldə yazmışdı. O ma kəsəbəni gərək gətirirdi ki Səyəslə narən zətə ləhəb tezli mələkdir bir orada ya da yarınız. Mən oxuya bilmədim. Və əmrəətəhu mavlətəl hətəb fi cidəhə həblun min mətəb. Dəxi öyrəti anın odun gətirici. Boynunda anın ipdir vurulmuş. Belə bir şey yazıbdır. Ondan sonra o birisi Suriyə gedir. Türkçə Qur'andır. Çox gözəl. Bu axirlərində bir şeylər yazıbdır. Qur'andan kənarda. Yəni Qur'an qurtarır axırda. Nə ilə qurtarır? Bismillahirrahmanirrahim. Qul əuzu birəbbin nas, məlikin nas, ilahin nas, min şərril vəsvasil xənnas, əlləzi yuvəsvisu fi sudurin nas, minəl cənnəti vən nas. Burada görün ki, xənnas sözü bir ayədir. Burada xənnas. Qul əuzu birəbbin nas, məlikin nas, ilahin nas, min şərril vəsvas, əl-xənnas özü bir ayədir. Əlləzi yuvəsvisu fi sudurin nas bir ayə, minəl cinnəti və nas daha bir ayə. Yəni belə göründü. Çünki dedi Sure-i Mədinə və hiyə 7 ayə. Qul əuzu birəbbin nas, məlikin nas, ilahin nas, min şərril vəsvas, əl-xənnas, əlləzi yuvəsvisu fi sudurin nas və minəl cinnəti və nas. 7 düz olur. Yəni xənnas özü bir ayədir. Bir kəlmədir, bir ayə hesab olur. Yazı ki, bu kitab ha zaman yazılıbdır. Bu calibdir. İndi bu ikinci, bu birinci idi, bunu yazıq. Burada bir, bu ikincisi. Ad, Qur'an, Türkçe, Ərəbi. Yaxşı, bunu yazdıq. İndi nüsxə tarixi yazırım mən. Nüsxə tarixi. Burada tarixi gördüm, ona görə bunu yazmalıyam hətmən. 1260'da bu yazılıbdır. 1260-cı ildə. Yəni çox da uzaq deyil. 140'dan da az, 200 ildən 220 il falan bundan öncə yazılmış olacaqdır. 1447-ci il yox, bundan çıxsaq 1260'ı 187 il bundan qabaq yazılıbdır. Bu Quran əl yazısıdır. Gözəl də yazılıbdır. İndi burada Qur'andan sonra eşikdə bir şeylər yazılıbdır. Bunu oxuyaq görək bu nədir? Bu mənə cəlib gəldi, ona görə bunu yazım. Qur'anın axirində bunları əlavə edibdir. Qur'anın yazdığı yeri çərçivədə. Eşikdə türkçə bunun yeni tərcüməsi var, amma içəridə beləsi bir şey. Sədəqallahul əzim və bəlləğə rəsuluhul kərim və nəhnu ələ zəlikə minəş-şahidin. Allah, sədəqallahul əzim, böyük Allah düz deyibdir. Bələğə rəsuləhil kərim, onun rəsulu düz gətiribdir.
və nəhnu əla zalikə minəş-şahidin. Biz bunu gördük ki, Həzrət Məhəmməd düz gətiribdi. Burası biraz çətindir. Yəni məsələn mən indi Həzrət Məhəmmədi görmürəm yəni. İnşallah Allah ürəyimizi açsın, görək. Bir dəfə bu ürəyimizdə bizlərdə belə bir şey yol açıldı. İnşallah yol açılsın, Həzrət Məhəmmədi görək biz. Bit-təsdiq vəl-iqrar vəl-qəbul vəl-yəqin. Haləti şeirisi vardı, amma gözəl yazıbdı. Biz təsdiq edirik, iqrar edirik, qəbul edirik və yəqin edirik. Bu Həzrət Məhəmməd Allah tərəfindən gətirdi və Allahın sözləri düzdür. Və əfuz əmri iləllahi ənəllahi yənsurul ibad. Ehtimalən beləsi olacaqdır. Yəsirul ibad, belə bir şeydir. Yəsiru bil ibad. İşimizi tapşırıq Allaha. Beləsi. Qəd təmmə təhrir hazəl müshəf-i şərif. Bu kitab Quran-ı Şərifin yazması, müshəf deyir da, yəni bunun təhriri, nüsxəsi yazmağı tutardı. Be'unillahil məlikil lətif və biməna oxuya bilmirəm, nəzifdir, nədir, belə bir şeylər yazıbdır. Fiyyədil müznebid zəlilil əbdil xəfif. Kim yazıbdır? İsmail ibn Yazar. Nəssaq şimdi? Nəssaq yazım nüsxəçi də, yapyaqçı bunlar, nüsxəçi. Nüsxəçi şimdi İsmail ibn Əl-Had Süleyman Əfəndi. İsmail yazıb özdə. İsmail. Mənim də dədəmin adı belə yazılardı. İsmail ibn Əl-Had Süleyman Əfəndi. Əl-Aciz və Zəif. Əlləti 6666 ayat. Bu yazır ki, Qur'anın, bu yazdığı Qur'an 6666 ayədir. Beləsi bir şey yazır, amma belə deyil əslində. Mən bildiyim qədər. Ayat-ı Qur'an. Bu yazır ki, 6666 ayat. Mən bildiyim bu qədər deyil. Amma yenə də bu adam beləsi yazıbdır. Çünki sahib ehtimalən, dana sahibdir. Bunun üçün məndən düz olar. Yəni. Cümləsi Məhəmmədə nazil oldu möcüzat. Bu ayələrin danası deyir ki, Həzrət Məhəmmədə gəlibdir. Mən bunu qəbul edirəm. O adam deyir. Gülmək dilərsən, ərəsdatdə sən nəcat, oku Qur'an-ı əqəbində Məhəmmədə bir sələvat. Edər Qur'an-ı Məhəmməd ilə yarın şəfaat, yarın sabah, qiyamət gününə deyir, yarın, yəni tezlikdə gələcəkdir da. Edər Qur'an Məhəmməd ilə, Həzrət Məhəmmədlə bərabər, Qur'an ikisi bərabər şəfaət edərlər. Məhv olur o qiyamət cümlə səyyiat. İnşallah belə bir şey olsun, amma oxumuruq ki, oxusaq da əməl eləmirik, təəssüflə. Özəlliklə mən özümü deyirəm. İnşallah ki, Allah bizə imkan versin və iman versin. Həm oxuyaq, həm də əməl eləyək. Çünki biz müsəlmanların çoxu, özəlliklə İrandakı müsəlmanlar, biz müsəlman deyilik əslində. Adımız müsəlmandır. Biz əslində kafərik. Hamı, mən inanmıram İranda müsəlman olsun. Çünki müsəlman gərək Qur'anı oxuya, ayələri dana əməl eləyir. Gücü çatdığını, gücü çatmağına da deyəcək, tamamdır, gücüm çatmır. Bu mən, Allah da o şey ki, gücü çatmır, ona fişar gətirmir eləçinə. Onun üçün biz kafirik əslində, kafir yaşırıq. Bəzən baxıram görüm bu, o şey ki, bizlər onlara kafir deyirik, yəni müsəlman məsələn zahirdə deyirlər. Görürüm ki, onlar çoxu bizdən müsəlmandırlar. Yəni düz danışırlar, yalan danışmırlar, xəbd-i xiyanət yoxdur, uğurluq yoxdur, filan yoxdur. Mən bəzən dükana gedirəm, görürəm ki,
Adam cins alıbdı, gedibdi, maşınına vuranda görüb, bir şey yadından çıxıbdı, pulun verməyibdi. Onu götürür, qeytərir, gəlir dükana. Mən bağışlayın, bunu aparmışam, yadımdan çıxdı, pulun verirəm. Bu günləri bir şey gözümlə gördüm. Adam 2 dəfə alver elədi. Məndən qabaqda idi. Biraz şey aldı. Mənə dedi ki, bunlar şeydir, hamı bu əlləri ağızlarına az satan insanlara food bank deyirlər. Orada hər bir şey alır, gücü satan. Bir şeylər alırlar, qoyurlar bir sandıqda ora. Həftədə bir dəfə, 2 dəfə, 3 dəfə, hər neçə dəfə gəlirlər, bunları yığırlar, aparırlar, paylayırlar o adamların arasında. Ki, gəlirləri azdır, imkanları yoxdur. Hər şey olur onların da içində. Quru yeməklər məmulən bu dükanda olur. Əlbəttə ki, ət, toyuq falan da o birisi dükanlardan gedir də, yəni. Mən getdiyim dükanı deyirəm ki, yəni üçüncü bunu gördüm. Adam qutular içində, qutular yox, nə deyim, qutu deyim də, yəni kağız, qarton. Qartonlar içində çoxlu bir şeylər almışdı. Çox, yəni qucaq tutmurdu. Dedim ki, bunlar nə dedi? Bunları alıram food bankə. Dedim, nə əcəb? Bunları dedi ki, hamı hər şeyi alır. Adət edir, yorucudular onlar. Onlar elə həmişə onu yeyirlər, onu görürlər. Makarondan, filandan, baxımdan. Mən bu səfər bir fərqli bir şey aldım. O uşaqlar, o böyüklər də ki, əlləri məsələn çatla gəlirləri yoxdur ilə onu alsınlar. Məsələn, biz müsəlmanlarda da bu var demirəm, yoxdur. Məsələn, yadıma gəlir Tehranda bir cəmiyyət var. Təbrizdə də bir cəmiyyət var idi məsələn. Təbrizdə məsələn bazarda o yolçuları, dilənçiləri yığan cəmiyyət. Məsələn, calib cəmiyyətdir, insafən calib cəmiyyətdir. Ya məsələn, kulya ya böyrək cəmiyyətin köməklik edənlər insafən yaxşı adamlardılar. Yəni bunlar da vardılar. Bunları da deməyək ki, yoxdular. Bunlar da var. Ya məsələn, bəzi adamlar vardı. Görmüşəm cahaz verirlər. Pul toplular oradan. Buradan məsələn cahaz verirlər bəzi şeylərə. Türkiyədə məsələn bunu mən gördüm. Türkiyədə müsəlmançılıq biraz bizdən fərqlidir. Orada da ayrı-ayrı çoxdur. Müsəlman azdır. Müsəlman çox azdır. Türkiyədə də. Mən də orada yaşadım. İndi üst-üstə 2 ilə yaxın yaşamışam. Orada da müsəlman azdır. Amma yenə orada müsəlman bəzi cəhətdə müsəlman bizdən çoxdur. Biraz düz danışan biraz çoxdur. Bizdən çoxdur. Yəni yaxşı biz %99 yalan danışırıq. %50 yalan danışırıq. O da məsələn yaxşı %99 yalan danışmır, %80 yalan danışırlar məsələn. Ya məsələn biz %50 yalan danışsaq, onlar məsələn %20 yalan danışırlar. Beləsə onların yalanı bizdən biraz azdır. Yalan danışanlar, doğru danışanları biraz bizdən, doğruları biraz bizdən çoxdur. Beləsi deyək. Yalanları biraz bizdən az, doğruları biraz bizdən çoxdur. Beləsi desək daha yaxşıdır nəzərə. Məsələn orada gözəl bir adətlərdən biri budur ki, hər kəsin əli ağzına yetişir. Bir mədrəsə uşağına ya danışqa uşağına onun danışqaha getmə xərcin verir. Ya mədrəsəyə getmə xərcin verir. Amma hər kəs özünə boş bilir bunu. Yəni oranın iftixarlarından biri budur ki, adam özü bilmir. Məsələn, mən bu adamlardan bir neçəsini gördüm, özü ilə tanışdım. Məsələn, bir nəfər var idi, danışdım. İttifaqan Təbrizli idi. Danışdım. Çox da şərif bir insan, döktür idi. 6 dana uşaq deyirdi mən oxuduram. Danışqahlarda oxuyublar, döktür olublar, mühəndis olublar, falan olublar. Heç birisi məni tanımır. Amma mən onların məsələn xərcin verirəm, onlar dərs oxurlar. Amma bizdə yoxdur. Bizdə bu çox azdır, yoxdur. Yəni sıfır kimi bir şeydir yəni. Onun üçün əslində biz kafirik. Yəni adımızı müsəlman qoyub küfr yolu gedirik. Adımız müsəlmandır. Biz müsəlman deyilik. Əslində mən özümü desəm, mən kafirəm. Yəni hey Həzrət Məhəmməd, hey Quran falan deyirəm, inşallah bunlar məni yola gətirsinlər yəni. İnşallah öləndə kafir ölməyib heç olmasa. Amma biz kafirik. Yəni mən kafirəm. Mən özümü desəm, Quranla mənim bir nə işim var? Yəni mən Quranın harası mənim zindicanlığımdadır? Mən Quranın harasını yaşıram? Namazın namaz kimi qılıram, orucun oruç kimi tuturam. Nə o ki deyir, yəni o Quran dediyin harası mən yaşıram məsələn.
Quranı yaşamayandan sonra harası müsəlmandır insanın, harası müsəlmandır. Ha, şəhadətini deyirəm. Yəni şəhadəti əşhədü ən la ilahə illallah əşhədü ənə Muhammedən abduhu. Mən fəqət buna güvənirəm. Yəni bundan sonra ayrı bir şeyə güvənmirəm. Yəni bu iki dananı deyirəm. Ondan sonra Allahın rəhmətindən sonra bir şeyə gözüm yoxdur, baxmır. Əlim fəqət Allahın dərgahına açılıb ki, mən də bununla izafə etmirəm də. Yəni sən özün nə cür bağışlarsan. Sənin kərəminə bağlıdır hər şey. Qorqa bu kitab-ı günah nə mənə dedi? Dedi ki, edər Qur'an-ı Muhammed ilə yarın şəfaat, məhv olur uğyanət, cümlə səyyiat. Qorqar bir katib günahkardır der yüzü qərə. Qorqar bir katib günahkardır yüzü qərə. Düyan məhşər günündə bu yüz ilə necə varə. Məzhəri yüz olur. Bu nə mənədir? Əcəba. Xəstə bu şərmizadə şəfaət edərmi yoxsa gedərmi nar? Haqqə yarar xalqə yarar bir elm yox bənim. Xalqə yarar xalqə yarar bir elm yox bənim. Cənnət istər bu dilim, cənnətə layiq bir əməlim yox bənim. Rütbümdən dilərəm mərhəmət, əlimdə bir nəsnəm yox bənim. Allahdan istəyirəm, mənim əlim boşdur. Ciddən bu mənim halımı deyir. Yəni adam mənim halımı deyibdir. Məğfirət istəyirəm ya Rəbb, çün günahım çox mənim. Allahu Ekber. Dəqiqən məni deyir bu adam. Allahüm məğfir li katibihi və li valideyhi və li ustazihi. O özünə dedi, Allah dədəmə, özümə, dədəmə, nənəmə, ustadıma rəhmət elə. Amma mən də indi özümə deyim, Allah mənə, özümə, dədəmə, nənəmə, uşaqlarıma, əhliyalıma hamısına rəhmət elə. Və li şürəkaihi və li əqrəbaihi və li əvladihi. Uşaqlarına da dedi, hətta şəriklərinə də dedi ehtimalən. Və li mən nəzərə iləyhi və qərə fihi və səbbəhə biyədihi və məssəhə biyədihi. Hər kəs bu Qurana baxa, onu oxuya və onu məss eləyə, əlin çəkə hətta deyir Quran, ona da rəhmət elə. Qəd vəqə təkmiluhu fi qəsəbəti Yilav. Yilav şəhrində bunu qutarıb. Yəni Yilav qəsəbəsində bu yazıb qutarıbdır. Fi hüküməti şəriyyətin nəbəviyyə əl-müstəviyyəti hüküməti şəriyyənin içində əl-müstəfəviyyə fi sənəyə 60 və 200 və əlif 1260-da fi sənəyə 60 60 200 200 və əlif fi şəhri səfəril xeyrün fi yevmil xəmis fi vaxt zühr. Nahar çağı 5 cümə axşamı. Bunu yazıbdır. Buracan bu şeylər qıraqda da əlbəttə yenə bir şeylər yazıbdır ehtimalən. Bəli, Tazaşdan bunun türkcəsini qıraqda yazıbdır. Yəni adam özü bu ərəbcə idi. Mən də ərəbcə oxumuşam ehtimalən, amma deyirəm bəlkə ərəbcə oxumurdum. Ondan sonra duayı xətmi şərif oxuyubdu, yazıbdı. Yenə onu tərcümə edib qıraqda. Gedək ondan sonra görək bir şeylər yazmışdı. O nə idi? Dərbəyan səcavəndi, Qur'anı necə oxurlar, onun haqqında bir şeylər yazıbdı. Yenə onu ərəbcə yazıbdı qıraqda. Bunu bir nəfər tərcümə edibdi. Niyyəti xətmi Qur'an, xətmi Qur'anı qutaranda nə cür niyyət eləyəcəksən, onun bir duası vardı. Ehtimalən onu oxuyubdu. Bədihu bu dua oxuya. Əvvəl onu oxudu, sonra bir ayrı dua yazıbdı. Onu da oxuyacaqdı. Dərbəyan təkbirat, təkbirlər nə cür olacaqdı, onu deyir. Və zuhadən təkbir oqunur. Zuhadən təkbir bilmirəm ki, ancaq İza zülzələtil ərzu Allahu Ekber vəl qarədə Allahu Ekber vəl. Ehtimalən beləsi oxunacaqdır. Yəni nə oxunacaqdır bilmirəm. Mən bunları deyirəm, yəni müsəlman da ayrı şey. Yəni təkbirləri də bilmirik. Allah xeyir eləsin afətimizi.
Sonra şeir yazıbdı ehtimalən. Bunu oxuyayım, bu qisməti türkcə. Bu məshəfdə yazılmışdır. Çox dəvalər, çox şikar. Ya Rabbena sahibinə olsun mübarək həm yadigar. Katib İsmail günahkar həm də dəlidir aşikar. Bab həqqə məşğul olmaz aləmə olmuş xizməkar. Həman xidmətkar ehtimalən. Dünyasını etdi xarab, hər bir yeri anadar. Qorqər Məkkə axirətdə anın biri olur, anın yeri olur nar. Qorqaram ki axirətdə anın yeri olur nar. Tərk dünya olmaq istər həm xoş əməl leyl u nəhar. Dünya ani aldadıyor, xoş əməldən ediyor ar. Can həlqumə gəlir bir gün, dinlə gözüm gələnə yar. Cənnət haqqıdır, cəhənnəm haqq, qəndisində edim qərar. Gəldi ömrün geçdi fani, böylə dünya nəyə yarar? Hərgiz kəndi... Gör, bir uzun şeirdir, beləsi yazıbdır, mənə tay şeir yazıbdır, mən də beləsi şeirlər yazıram yazanda. Kişi anda gizləyəməz cinsiyyət, edər iqrar. Burada baş tapmadım, cinsiyyət oxudum ama ucuz bir şey değil, qətən ucuz bir şey değil. Həbsini ehtimalən ucuzdur. Kişi anda gizləyəməz həbsini, edər iqrar. Ya Rabbena, nə həal etsin bu günəhkar. Çünki anda tamamilə həb kəşf olur cümləyə əsrar. Hər nəsnəyə cavab istər məhşər günü, hər nə ki var. Əbyat-ı səhihə dilim deməlicə. Gene təzəşdən burada bir şeirlər deyibdi. Allah Teala rəhmət eləsin. Bu adam yazana adı neydi? İsmail İbni Əlhad Süleyman Əfəndi. Allah Teala rəhmət eləsin, ruhunu şad eləsin. Çox gözəl ərəbcə və türkcə yazı yazıbdı. Bizim üçün bir kitab saxlayıbdı. Son beyti oxuyaq və qutarsın. 3 beytini oxuyaq, qutaraq. Ya ilahi, son nəfəsdə dilərəm xətmə dilə, xətmidir eylə iman. Budur niyazım səndən ilahi, yoldaşım olsun məhşərdə Qur'an. Bu kağız ilə çox zəhmət çəkib mən gördüm ələm. İmdi təmmətdiyi mən sildim qələm. الخط باقی زماننا فی الكتاب و صاحب الخط رمیم فی التراب. Kitab yazı xətt yazı olaraq kitabda qalır, sahib xətt qum olaraq torpaqda itir. Belə bir şeir yazıbdı və kitab qutardı. Allah Teala rəhmət eləsin, ruhu şad olsun. Biz də bu günləri hardaysa 2 saata yaxın oldu ki, burada gedirik. Qaranlıqlaşdı biraz da hava. Mən daha yavaş-yavaş görsənmirəm orada. Gecəz gününüz xeyrə qalsın. Allah ömür verirsə, səadət olursa bir də